Günorta efirdeyiz. Verilişin sponsorları Tam Store Marketler şəbəkəsi, Deniz Wedding özel gününüzün seçimi, Sleep Baby uşaq bezləri, F Group Construction, geleceğinizin doğru seçimi. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, ne güzel çekir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, ne güzel çekir. İlahi belə də gözəl olarım. Kimdi qələm çəkən, nə gözəl çəkir. İlahi belə də gözəl olarmı? Kimdi qələm çəkən, nə gözəl çəkir. Üz-üzə, göz-gözə sehirlənmişik. Nə mən göz çəkirəm, nə gözəl çəkir. Üz-üzə, göz-gözə sehirlənmişik. Nə mən göz çəkirəm, nə gözəl çəkir. Güney gözlüm gözəllikdə bircə sən, bu güllükdə bir mən olub bircə sən. Gül üstündə arıya bax bircə sən. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gel salma Məhmədi gözündən gözəl. Gözüm gözümü görüb gözündən gözəl. Gel salma Məhmədi gözündən gözəl. Gözüm gözümü görüb gözündən gözəl. Mən yazıq neyniyim gözündən gözəl. Nə bir könül doyur, nə göz əl çəkir. Mən yazıq neyniyim gözündən gözəl. Nə bir könül doyur, nə gözəl çəkir. Güney gözlüm gözəllikdə bircə sən, bu güllükdə bir mən olub bircə sən. Gül üstündə arıya bax bircə sən. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Gör gülün nazını, gör gülün nazını, gör gülün nazını, nə gözəl çəkir. Ay bu ne güzel nəğməydi. Ay bu ne güzel nəğməydi. Ay salam aleyküm. Salam aleyküm. Xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Həmişə siz gələsiniz. İcazə verin mən salamlaşım, Bəli, sonra icazə danışacağıq. sahibisin. Belə gününüz aydın olsun. Belə bu günün gün ortasında hər birinizi xoş gördük. Daimi dəyərli izləyicilərim, MTV kanalını sevən, sevməyən, izləyən, izləməyən hər kəsə salam olsun. Necəsiniz deyəcəyəm, düşünürəm yaxşısınız. Çünki biz də yaxşıyıq. Saatlar saat 14'ü göstərəndə o deməkdir ki, bəli, MTV-yə baxmalısınız. Günorta efirdə ekləyib gəlirik, nə gəlirik. Gündə dostlarla. Yemək vaxtıdır. Yox, birdən ikiyə kimi yeməkləri yesinə, çay içəndə bizə baxsın. Prosta bir yeməkdir də. Vallahi, Mənəvi qidadır da. Qida. Bəs necə?
Çörək yeməyə baxanda verilişi adam ürəyi də açır, daha da çox yeyirsən. Qonaqlarımı təqdim eləmək istəyirəm. Əməkdar mədəniyyət işçisi, mənim üçün xalq artisti. Sağ ol. Rauf Məmmədov deyir, yaşa Azərbaycan, yaşa, Sağ ol. yaşa, Sağ ol bacım, yaşa Azərbaycan. Sağ ol, çox sağ olasın. Bunu yazmaq üçün, sənətkar olmaq üçün Rauf Məmmədovu tanımaq lazımdır. Necəsiz? Xoş gəlmisiniz. Allah yaxşı eləsin. Bilirəm ki, dünən sırağa günü ayın ikisində doğum günün olur Lamiyə. Sən Hətta bilirsən, keçdi. məsələn, yox, keçdimsə, hələ bir il boyu davam edir. Ya, olsun elə aynı hələ qurtarmayıb ki elə. Hə də, heç nə, hələ Təbrik aynı olana eləmək qədər olar. vaxtımız var. Sən bilirsən, mən səni xətrinə qədər çox istəyirəm. Çox Çünki təşəkkür biz edirəm. işləmişik bərabər də. ASTV-də də olub, Liderdə də işləmişik və sənin düzdür, mənim sənə xoşum gəlmir ki, kiminsə üzünə baxanda adam tərifləyəsə, amma sən doğrudan tərifə layiq adamsan. Niyə görə sən təşəkkür təmənnası dostsan, sən mərdsən, sən adama belə yaxşılıq eləmək istəyən bacaran adamsan. Onu istəyirsən Çox və təmənnasız, təmənna güdməyən adamdır. Mənim də həmişə səmimi adamlardan xoşum gəlib. Lamiyə elə adamlardandır. Səni çox Təşəkkür yaşa, edirəm. sağlam yaşa, xoşbəxt yaşa, balalarının xeyrini gör ki, nə? Həmişə alnı açıq üzün. Allah səni balalarından fəxr elətdirsin. Sağ olun. Onlar sənə gözlə Çox çıraq təşəkkür eləsin. Mənə elə gəlir ki, bütün də balaları Allah Taala xoşbəxt eləndə. Bəli. Bilirsiniz, bala adamların, valideynlərinin ən şah əsəridir. Bəli. Ona baxıb zövq alsınlar, fərəhlənsinlər, həmişə fərəhlənəsən. Çox Verişin təşəkkür də uzun edirəm. ömürlü olsun Hamımız və bütün üçün olsun. rəhbərliyimizə başda ədalət müəllimi olmaq şərtilə hamımıza tərif. Bura mənim üçün doğmadır. Doğma, Çünki mən burada bəli. işləmişəm. O başqa binada olanda, onda online çıxırlar o da, internet kanalı. Ona bu bura gələndə mən doğma evimə gəldim. Evinizə Ona gəlmisiniz. da Hər həmişə zaman da bu belədir. Sağ ol, çox sağ ol. Belə də var ol. olacaq. Çünki MTV kanal olaraq, bax eviniz həm bizim, həm də musiqiçilərin, sənətkarların, müğənnilərin evidir. Yəni burada halal adam işləyir. Bəli, ay sağ olun. Çox təşəkkür edirəm. Bu gözəl sözlərdən sonra mən nə deyim ay Nahidə xanım? Respublikanın əməkdar artisti Nahidə xanım, Orucova. Canımsan, çox 2 ildir çağırıram, gəlib çıxa bilmir, deyir nəvə saxlayıram. İndi dedim ki, zəng eləmişik ki, nəvə böyüdü bir-iki, hə, gəl də vermişəm. Deyir səhər gələ bilmirəm. Dedim gün ortaya keçdik, day gəlin də, gəldi. Xoş gəldiniz. Çox sağ olun. Lamiyə Allah'a andolsun üzr Mən istəyirəm. Mən 5 il defillərə getmirəm. Bilirəm. Bu mənim birinci O verişim. qədər sevindim, o qədər sevindim Birincidir, gəlişinizə. valla birinci verişim. O qədər arzulayırdım sizi. Sağ ol, çox sağ ol. birinci. Avqustun əvvəlindən arzulayırdım. Avqustun əvvəli hələ veriş açılmamışdı. Özü ki mənə yaxın olan adamlar deyir, mənə Rahat ürəyimə adamlar yaxın. çağırdı. Zakir Bəli. xətti çox sağ olun. Valla biz çok sağ çox olun ki yaxınıq doğrudan bir-birimizlə. bugünkü qonaqlarımız Səmimi, hamısı bəli. biz doğrudan oturup durduğumuz adamlardır ya bak hər biri və Rauf'un sözünə qüvvət, Rauf müəllimin, gözəl dostumuzun sözünə qüvvət. Da hər sözü dedi. Bizə heç nə qalmadı. Mən də onun sözlərinə qoşulub Qoşulurum. təbrik Təşəkkür edirəm. Doğrudan edirəm. da mənim canımsan. Mən orada Facebookdan Utanıram ya hər yazmışdım. dəfə deyəndə. Yox, Ad günü, yox. Bu təbrik ad günü yəni ildə ayıb bir dəfə utanıram. olur. Hər insan bir Sağ dəfə ol, olur günü, həyatında. doğum günü. Və doğum günü. Doğum günü. Ay, Ben 4 sağ dəfə ol. eləmək istəyirəm hələ ayda. Və deyirəm nə yaxşı mən kvartalda gəlib bir. çıxdım Hər sizin kvartalda. verilişinizə və doğrudan Çox da uzun təşəkkür ömürlü edirəm. olsun. Mən hər zaman baxanda da deyirəm ay Allah mən də orada ola bilərdim. Mən də ancaq vaxt olmadığına görə Mən 40 ildir Lamiyə xanımın şaxta babasıyam. Liçli verir. 40 ildir şaxta elə deyəcəkdim. Ay şaxta baba. Böyle yayın isti günlərində xoş gəlmisən. Sağ ol. Allah verdi Yolçev, Allah verdi müəllim. Bəli, Mən canım. arzu edirəm ki, sizi təqdim edəndə xalq artisti kimi təqdim edəyim. Amma siz xalqın artistisiniz. Ay, çox sağ olun, Bir Allah. balaca başınıza bir iş gələn kimi bütün xalq sizi Bəli. dəstəkləyir. Dəstəkləyir, sağ olun. Yanınızdayıq. Hər zaman xoş gəlmisiniz bu Sağ gün də olun. bura. Çox Necəsiz? sağ olun. Mən keçən verilişdə gördünüz də yəqin bu elə sizin kanalda idi. Sizin verilişdə. Mənim verişimdə. Mən əməliyyat olunurdum 1 il əvvəl. O haqda indi danışacağıq, bəli. Əsirdim, indi Allah'a şükür. Yaxşısınız. Bir daha Teyyub həkimə efir vasitəsilə təşəkkürümü bildirirəm. Ona böyük təşəkkürlərim bəli, var çox sağ mənim də. olsun. Biraz sonra bunu eləyəcəyik, inanın. Allah verdi müəllimin dərdi mən götürmüşdü. Mən onu Can. hər dəfə fikrim qalmışdı Çox sizin sağ yanınızda. olun, çox sağ Və əməliyyat elətdirdik. Çox sağ Maşın olun ki, göndərdik dəstək dalınca. oldu. Mənim Bəli, verişimdə doktor qonaq idi. Maşın göndərdik dalınca. Allah verdi müəllimi gətizdirdik. Allah Sabah verdi. işdi də. Əməliyyat Allah eləyəndən qabağa sonra da, yaxşılar hətta canlı efirdən xəstəxanadaydı, reanimasiyadan yığdıq, danışdıq, canlı efirimizə Qismət göstərdik. olmur ya, əsə göstərsin onu. Və biz də bunu O da bir axıra xoşbəxtçilik. qədər yanında olduq. Axıra qədər. MTV olaraq mən həmişə də yanınızdayam. Çox sağ olun. Bir də görürsünüz ki, ayda 1-2 dəfə, 3 dəfə zəng edirəm, deyirəm Allah verməm, yaxşısınız. Yəni Bəli. pandemiyada bir dəfə bilmirəm də adam oturur özün düşünər də pandemiyadır. Adam deyər ki, mən
Mən oturmuşam deyirəm, zəng gələn deyirəm, Allah verməm, hardasın, mən gəlirəm sizə. Getdim bir çayın içdim, bir söhbət elədim, bir Sağ ol. xırda bir dəstək də olsa elə bil ürəyimdən keçir. Yəni ona görə də siz mənim əziz dostsuz. Minnətdaram sizin o gözəl Mənim Şaxta oğullarınızın toyunda inşallah. Ən böyük yardım. Allah mamaya can sağlığı versin. Sizi Dostluğa dünyaya qarşı. gətirən ana Təşəkkür. var olsun. Təşəkkür Çünki edirəm, həqiqi təşəkkür mənada edirəm. İnsanın tacı. Biz bir-birimizə dəstək şah olmalıyıq. insan o Olmalı, anasıdır. mütləq. Yox, bilirsən, onu da hər adam axı dərindən düşünən adamlardır da. Sən gərək onu düşünən adam ayrı şeydir. Bəli. Ürəyi yanan adam. Bir bax ki, mən dildə danışıram. Yox. Deyir ki, ümumiyyətlə, bax, mən niyə Elə onun adamlar xəttini çox gəlib istəyirəm? ki, heç biri O elə özü deyil. demək deməsə, zəng gəlirsən ki, Lamiyə falan şey, baş üstə. Yox, söhbət yoxdur. Yox, Bəlkə yox onun olmaz. imkanı yoxdur Əgər eləməyə. insan Amma ağzı çalışır onu. İmkanım olmayanda da səsini Deyirəm çıxartmıram, ki, gedib arayıb axtarıram. gözəl sözlər var. Deyir ki, insanı bəzəyi üzdür də. Biri Üzü bəzəyən gözdür. İnsan ancaq insanın ağzından çıxartdığı sözdür. Bəli. Bildin? Bax, Bir onun, söz- o qızın ağzından çıxan çox- söz onu Yox, sözümüz- gözəlləşdirir. Bəli, sözümüzün arxasındayıq. Bildin, Bəli. o elə adamdır. Yəni ki, söz çıxdı ağzından, gərək yəsi olasan da. istəyirəm Lamiyə xanım, o vaxtı Onlar Şaxta mən- baba çıxanda Aha. mən içib çıxırdım ki, Yüz, soyuq idi. göz, Etiraf söz. elədim. Heç kəsin Müdafiə xəbəri getdi. yox idi. Çay içirdim də. Yəni Mən bilirdim. Çay Mən içirdim, bilirdim. çay. Mən bilirdim. Bir də ki, bax, o üzr istəyirəm. Bəli. Olar Zaki da. Zaki. Əlbəttə ki, Bəli. danışacağıq hələ. Ürəyim dolu dənizçi vaxtı olmamışam belə işlərdən danışmaq istəyirəm. Deməli, təsəvvür elə bu o qızın yəni ki, məsəl üçün sözdə keçir, imkanı da var, yəni nə mənada. Yəni belə dostlar arasında hörmət də var. Ancaq heç vaxt onu dəyişən görmədim. Həzrət Əlinin bir yaxşı sözü var. Deyir, ay Allah, sən məni mənəm deyib özün yüksək tutanlar qədər alçatma. Aa, nə gözəl sözdür o. Bax, bunu Çox dəyərli hər sözdür. kəs bunu bilsə, çox səmimiyyətli olarlar. İndiki Deyirəm cəmiyyət. dostluqda hamımız bir Zakir müəllimə Mən də istəyirəm imkan verin danışsın. Yox, O oxudu mən da, yəni birinci. təşəkkür edirəm Hə, sənətkar, həddir, oxudu pedaqoq, da. sənətkar, mənim əziz dostum, Respublikanın əməkdar artisti Zakir müəllim Əliyev, xoş gəlmisiniz. Pedaqoq. Pedaqoq dedim Dəvətə artıq, görə dedim. çox sağ olun Lamiyə xanım. Mən də bizi izləyən bütün televiziya tamaşaçıların, bütün xalqımızı, dünyada yaşayan soydaşlarımızı hamısını salamlayıram. Gözəl bir efirdir. Belə gözəl insanların əhatəsində Ürəyiniz olmaq, bu açılır, ömrü qonaqları yaşamaq görəndə. özü xoşbəxtlikdir. Bəxtlikdir. Sonra. Bəli. Yaxşı ki varsınız bizim gözəl sənətkarlarımız, bizim gözəl bəstəkarımız. Rauf müəllim elə bilirsiniz dualarla, elə bir xeyir dua ilə başladı ki verilişi. Və bilirsiniz mən də sizi təbrik edirəm Lamiyə xanım. Bilirsiniz Utanıram yaxşı sən Allah. yaxşı insanı sağlığında, yaxşı vaxtında, dostlar arasında, el arasında tərifləmək lazımdır. Həqiqətən o xoş sözü demək lazımdır. Rauf müəllim çox gözəl sözdür ki, siz yaxşılıq eləməyə can atan insansınız. Bəli, Yaxşılıq bəli, eləməyə bəli. Mən tələsən Allah insansınız. şahididir. İmkanınız var, yoxdur, o sonraki məsələ. Və buna görə də Allah sizə o vasitəsiliyi bəxş eləyir həmişə. Çünki o qəlbinizdən gəlir deyə. Ona görə qurban olduğum Qəlbimdən Allah Taala həmişə üstünüzdə olsun. Allahın nəzərində olasınız, balalarınız Sevirəm xoşbəxt yaxşılığını. olsun. Yaxşı ki, sənət dünyasında sizin kimi insanlar var. Elə sizin kimi də. Çox şükür. Elə Yəni sizin bizim kimi də. gözəl aktyorlarımıza da mən can sağlığı arzu edirəm. Allah verdi müəllim. İllərdir qonşum. sevdiyim, həm də qonşum olub Allah verdi müəllim. Bu insan tıxsız balıqdır. Yəni çox gözəl insandır. Hamıya yaxşılıq eləməyə çalışan insandır. Naidə xanımla uzun illərdir yol gəldik. Yəni ki bu sənət dünyasında İnsan Allah can yolda sağlığı tanınar. versin. O nəvəzi də Allah saxlasın. Maşallah. O nəvə məsələsi belədir ki, mən də bir nəvə mahnısı oxumuşam. Sizin də nəvə var artıq. Bəli, bəli. Allah bütün Neçə nəvə var? ocalara Nəvə bir bütün nəvə var. nəvə bütün işləri, gəlsin. bütün hər şeyi yaddan çıxardı. Çıxartdı. Allah can sağlığı versin. Gözəl Naidə- verişdi. Naidə Lamiyə çox xanım, fikir çox eləyir. sağ olun. Hə, 3 gündə başlamışıq. Şükür Ayın Allaha. ikisindən başlamışıq. Allahın Çalışırıq əmrində. ki, Xeyirli dostları olsun, dəvət uğurlu eləyək. olsun. Tamaşaçılarla bilirsiniz, mən heç sevmirəm tamaşaçılara efirdən insanların evinə neqativ ötürməyi heç sevmirəm. Və çox istəyirəm ki, yaxşı insanlar, düzgün insanlar, düzgün qonaqlar olsun.
sözümüzü deyə bilək, insanları, yaxşılarını təbliğ eləyək. Rauf müəllim. Olsa biz Bilirsən, de nə çıkarlar işlədir? onu. Rami, onun üçün Efirdən adamın çıxarlar o onu. səviyyə lazımdır da. Sən maşallah həm istər bu rejissorluq tərəfdən baxımından, həm istər musiqi tərəfdən baxımından. Çünki Sənin məktəbi zövqün var, məktəbin var, sənin o qabiliyyətin var. Sən bilirsən ki, sən bilirsən ağ nədir, qara nədir. Zərgədini zərgər bilər. Yəni bu çıxıb səni tərifləmək üçün danışmırıq. Biz dostuq, bir ailədir, söhbət edirik də. Elə MTV də bir ailədir. Biz bir Mark ailəyiz. istəyir ki, mən Hamımız. ölməmişdən qabaq bir dənə belə şey yazırdı. Nobel mükafatları. Bəli. Kolumbiyalı yazıçıdır da yəni ki. Onun bir dənə kağızı çıxıb deyir ki, ölməmişdən qabaq yazıb da. Deyir, mən bilsəydim deyir. Bütün cəmaatı bağrıma basıb öpərdim. Ay. Hamısına çox söz, yaxşı sözlər deyərdim. Çünki ömür deyir, baxırsan deyir, gedir. Ona görə o ki, qocalırsan sən. Ona görə sən deyirsən ki, vay mən eləyə bilmədim. Qocalmırsan. Amma sən eləmədiyinlərin üçün yanırsan. O sənə çatmır bu ömür. O mənada. Yoxsa qocalırsan da. Amma deyir, yox, o qocalmağa görə sən bir şey eləmədin. Ay, mən bunu niyə eləyə bilmədim? Ona görə də, əgər gec olmasın deyə, mən sənə yaxşı söz deməliyəm. Sən mənə deməlisən. Bəli. Deyir ki, 5 günlük idi. Yox, 5 günlük zat da öyle dünya. O oğlan Ramindir də, İsmailli oğlan deyir, həyat bir gündür, o da bu gündür. Valla düzün deyib. Və dünənki qutardı, bugünü hələ şeydir, sabaha ya qismət. Ona görə mən bu günləri xoş sözlər deməliyəm. Mən misal üçün, ürəyə kövrək adamdır. Niyə? Nədən bildim? Bizim burada bir Çingiz Abbasov vardı sizdə, operator. Yadıma gəlir, yayıb bilməm işləyib səyinə. O getdi, qazi oldu, gəldi. Şuraya qədər getdi, gəldi. Onun toyu idi. Məndən xahiş elədi. Deyən kimi ona deyir, baş üstə. Bax, yəni ki, təmənnasız. Zakir müəllim təmənnasız dostdur. Zakir müəllim neçə ildir bir-birimizi tanıyırıq. Həm yaxşı mı? Bir sənəti var. Çox. Sənəti var. Bir dənə fikir verin. Bu sənəti olan adamları siz belə təkəbbür görmüsünüz. Görə bilməzsiniz. Deməli, mən Zakir müəllim haqqında bir qısa demək istəyirəm. Nurini tanıyırıq da, hamımızın sevimlisidir. Mənim də elə doğma olmasa da, doğmadan da doğma qardaşımdır. Hamının da çoxlarının sevimlisi və Nuri yeni-yeni Azərbaycana gələndə o 20-25 il Rusiyada yaşayırdı. Və bizim xalq mahnılarımız var da. Mən onu çox yaxşı bilirəm. Bilirsiniz, konservatoriya bitirmişəm, incəsənəti bitirmişəm, yəni musiqiçi ailəsində böyümüşəm. Mən buna haqqım bilməsəm ayıbdır mənə. İndi mən desə bir söhbətimiz oldu. Mən Nuriyə dedim ki, Zakir müəllimlə tanış eləyim sizi. Zakir müəllimdən dərs al. Dedi, baş üstə. Və Zakir müəllim, Zakir müəllim o xalq mahnıları, o bəstəkar, elə bəstəkar mahnıları var ki, o düzgün oxumaq lazımdır. Ya onu gərək oxumayasan. Mən həmişə deyirəm, bəstəkar. Mən yəni sənətkarsız. Mən sizin yanınızda danışmağım olmaz, amma ya gərək oxumayasan o mahnıları, onlara dəymək olmaz. Onlar incidirlər, onlar bizim nə bilim, toxunulmazdılar. Onları həm dəyişdim, remix elədim, nə bilim, ritmi də olmaz. Oxuyursan da bunu layiqli oxumaq lazımdır. Bir çox mahnıları o dərsini aldı bax bu müəllimdən. İndi Zakir müəllimlə danışım. Zakir müəllimi dəvət eləmişik bizə. İndi müəllimdir, gəlir, əziyyət çəkir, vaxt gedir. Zakir müəllim tortla gəlir. Ay Zakir müəllim, alma bu tortu. Ay Zakir müəllim, mən sizə qulluq eləməliyəm. Axır, yəni o qədər təmənnasız, sənətkar, bax belə gözəl bir dərslər keçdi. Üzü həmişə gülür o adamın. Bəli. Yəni ona görə o pedaqoq, o başqa cür. Hə, bilirsiniz, elə şeylər var ki, biz o qədər sizin bir-birimizin yaxşılığını bilirik, amma bunu efirdə demirik. Mən həmişə deyirdim ki, yox, arxada adam deyər, yox. Düz deyirsiniz, adam elə bax üzdə deyər. Adam deyər ki, qoy obrislər də bilsin. Və Raufun musiqisi, o Yaşa Azərbaycan. Osman serialında gedib bu il, bu da bir xoşbəxtlik. İndi o haqda danışacaqdım da. Çox gözəl. Amma sizdən danışım, necəsiz? Mən Allah'a şükür yaxşıyam. Yəni həm sağlamlığınız yaxşıdır. Bəli, əhvalım xoşdur. Çünki həqiqi mənada insan var ki, deyir, insanların naxşıdır, insan var ki, heyvan ondan yaxşıdır. Üraq bizdən olsun. Yaxşı insan görəndə insanın ömrü uzanır, əhvalı xoş olur. Biz Raufla bir gündə olmasa 2 gündən bir mütləq görüşürük. Mənim yoldaşım, ailəm, hamı onu çox sevir. Və deyirlər ki, sən gələndə bizə müsbət enerji verirsən. Burada böyük bir həqiqət var. Doğrudan da
Bu insanda nə bilim nə var. Hətta Həmişə məclisdə Rauf müəllim oldu. bu elə adamları yığmısınız bura, mən necə olacam? Rəqs partnyorumdur. Bu gibi. Mançkadır. Zakir müəllim oxuyar, bir rəqs eləyərik, baxaq görək. Telefon nömrəmiz 404-84-24. Bax, sənətkarlar əyləşib bizim studiyada. Bir sözünüz varsa, düzdür, bir mövzu istəmədik mövzu qoyaq. Çünki biz hərəsi öz-özlüyündə bir mövzudur. Sizin onlara çoxlu sözünüz ola bilər və çoxlu da cavab ala bilərsiniz. 404-84-24. Canlı-canlı telefon açıb bizə arzularınızı, sözünüzü, nəsə sualınız varsa mütləq biz sizi gözləyir. Amma mənim sualım var müəllim sizə. Buyurun. İşə çıxırsınız. İşe yok, işe düzelmedi. Alınmayın belə. Düzəlmədiniz. Ama sentyabrın axırı üçün söz veriblər olacaq. Yəni, yəqin ki, olar. İnşallah. Sən Allah işə düzəlməmisiniz hələ. Yo. Mən elə biləm işləyirsiniz. Yo, mən orada bilirsiniz. Axı efirdə dedilər, saytlarda Nayda yazdılar. xanım Allah şahididir. Nayda xanım Vidadi adında gözəl istedadlı bir şəxs var. Neçə ildir o teatrda. Bizim truppa Truppa müdürüdür. O gəldi mənə dedi ki, sənin bəs o əmək kitabçan lazımdır falan. Mən də verdim. İndi mən olmayım, siz olun. Verdiniz əmək kitabçasını. Oradadır. Yox, qaytardılar mənə geri. Nəsə dedilər? köçürüblər oradan. Şimdi necə əmək kitabçası İndi lazımdır. siz nə fikirləşərdiniz? Vidadi eləyib bunu. Mən fikirləşərdim. Vidadi müəllim. Öz mənim kollektivimə. Nahidə xanım, Adil sizin yeni müəllimə mən direktor var. inanıram. Bəli. Adını deyin. müəllim. Agil müəllim. Agil. Agil müəllim. Agil müəllim. Agil bəli. müəllim yeni gələndə biz Çingiz müəllim qonağımız idi. Biz Aha, gözəl təriflər, gözəl. Bəli. Mən buradan Agil müəllimə müraciət edirəm. Ay Allah. Agil müəllim. Hər Siz biriniz. hər zaman həm gənclərə, həm də bizim sənətkarlara dəstəksiniz. Mən bunu eşitmişəm. Sizi şəxsən tanımasam da, bunu Çingiz müəllim sizi o qədər yaxşı bizə Gözəl insandır, tanış çox verdi. gözəl. Efir vasitəsilə də biz sizi həm təbrik elədik, həm sözümüzü dedik və bu gün də bu studiyadan mən sizə müraciət etmək istəyirəm. Allahverdi müəllimi işə dəvət edin. Mən onu elə bilirdim, siz orada işləyirsiniz. Yo. Allahverdi müəllimlə işləməyə dəyər. Çünki elə bir O tipajdır sənətkar, ki, bəli. doğrudan da elə bir aktyordur ki, o hər bir rolun öhdəsindən gələ Mən ümid eləyirəm ki, gələn verilişlərdə mən mütləq maraqlanacağam. İnanın. Agil müəllimlə də zəng edib danışacağam. Çünki Sağ olun. inanın mən elə bilirdim ki, işə çıxır. 15 il bundan qabaq o corabları satsaydı, işləyirdi. O nə corab satmaq idi? O Baxın onda açılmış. çorap tap. O bir rol idi. Sən geç Yoxsa başladın corab satmağa. Yo, əvvəl 15 il bundan qonşu qabaq kanaldan bir nəfər. doğrudan satdınız siz corabı? Hadi, doğrudan Mən niyə bunu satdım. bilmirdim? Mən sizin dostunuzam. Hadi, Mən onu bilmirdim hələ siz belə bir corabı. şey- Kanalların birində belə bir rubrika vardı verilişlərin Hə. birində. Rubrika ki, yəni sən dükana, bazara çıxsan, satsan, Nəyə satsan satarsan, necə və sata nə bilərsən. satarsan, necə satarsan. Mən və o çorab, rubrikada- mən göyərti satmışam, onu sizin verilişdə demişəm. Yazda gəlir və hələ liderdə. Demişəm ki, mən uşaq olanda... Həyatda da, həyatda gedirdim, olubdu, bəli, göyərti Amma uşaqlıqda. bu, indi mən göyərtini bu Nizami küçəsində necə satım göyərtini? Qoymurlar, Corab yolda götürdüm. yığışdırırlar. Yalçın sağ olsun getdi, o rejissor getdi gətirdi Corabları. çorab sat. Mən də... Sata bildiniz. Yox, bilirsiniz, O bir rol xoşum idi da. gəldi. Yəni mən Çox xoşum İnandım. gəldi mən. Corablar Corab satılıb satma. belə Lamiyə xanım. Satıldı. Corablar hamısı satıb üstünə Özü dava bir gedib. Heç corabı satılmayan yox. corablardır. Cüt-cüt corab satırdı sonra. Bir o dənə necə tək-tək oldu? O yox. siz məşhur idiniz deyə sizdən corab almaq istədilər, yoxsa o corablar yaxşı corablar idi? Corab yaptı. O keyfiyyətli corab idi, yoxsa İndi yaxşı corab var. keyfiyyətli corab idi? İndi corab var. Bir iki gündən sonra barmağı deşilir. Baş barmaq deşilir. Sadəcə Yox, onlar mən də Adil müəllimə Yazılan inanıram. gəlir. Bizim mədəniyyət nazirimiz o Mədəniyyət təzə nazirimiz. işə gələndə o Çox açıqlar, razıyıq O Adil vaxt müəllimə. Onun çox özü şəxsən mədəni, zəng səviyyəli elədi, insan danışdı adam. onunla, bəli. O mənə zəng eləyib danışır. Zəng elədi Bəli, mi? Bəli. Adil müəllim özü. Bəli. Ondan sonra biraz keçdi, bilməm Qurbanlıq bayramı idi. Mənə böyük bir pay göndərdi. Yenə danışdı, təbrik elədi. O Adil müəllim Bundan artıq təşəkkür edirik eləmədi o sizə. kişi. Yox, işə Allah də ona işə can bərpa sağlığı eləsinlər versin. sizə. Nə Vallahi. olar? İşə bərpa Mən də indi eləsinlər. həm Allah ora, canını həm sağ olsun. Aqilə, həm Adil müəllimə müraciət edirəm. Siz demişkən ki, mən işsiz İşlə bərpa. qalsam, hə. gələn il məni bastıracaq. Yox, Allah Allah eləməsin. Allah eləməsin. Doğrudan da Biz müraciət edək aktyorun buradan. yeri boş oldu, Bəli. yəni başı qarışdı, ancaq səhnədir. Ancaq səhnə. Aktyor mən səhnədə demişəm. yaşayır. Bəli. Səhnədən aktyoru ayıranda o susuz balıq kimi Bəli, qalır. bəli. Demirəm ki, mən də lap böyük məbləğdə Başrol, ştata hə. qəbul elə. Özümə uyğun olan,
Orada ne bileyim indi huşla gedir, axı yaddaş qalmır, bir de görürsən O nəsə yaddan işlətmək çıxır, onu ben lazımdır onu da ki, işlətmək qalsın. lazımdır. Bəli, mütləq. Sosial, mənə bütün həkimlər Türkiyədən belə dedilər ki, sizə sosial şey lazımdır, işləmək. Nə qədər evdə otursanız, o qədər siz məhv olacaqsınız. Qapanacaqsan özünə. Siz sağ olun, verin. Aktörün yaşı olmur ki. bilərlər də sən. Nə corab Corab şənəs. yana. İnanın satılacaq hamısı. Aktyorların yaşı olmur. Aktyorun yaşı olmur. Bəli, bəli. Aktyor- Yaşlı Sənətkarın adamı. yaşı olmur. Götürün Sənətkar hər doğru. zaman lazımdır. O düzgün deyil. Aktyoru 65 yaşına çatanda Bəli. işdən ayırma. Götürün. Nəvənizin toyunda sözünüzü kəsməliyəm, İnşallah. reklamın vaxtıdır. Elə bir vaxtdır ki, buna mütləq keçməliyik. Efirdə reklamlardır, baxaq. Verilişin sponsorları Tam Store Marketler şebekesi. Deniz Wedding özel gününüzün seçimi. Sleep Baby uşaq bezləri. F Group Construction geleceğinizin doğru seçimi. Günorta efirdəyik. Ömrümə elə bir külək əsdi ki, bəlkə də payızda əsməyir belə. Köksümdə ürəyim elə əsdi ki, ağacda kökündən əsməyir belə. Ömrümə elə bir külək əsdi ki, bəlkə də payızda əsməyir belə. Köksümdə ürəyim elə əsdi ki, ağacda kökündən əsməyir elə. Daha nəyim qalıb, məndən aparsın, bircə tək xatirə dəftərim qalıb. Bütün vərəqləri çəkib qoparsın, içimdə yazılar çoxdan qocalıb. Daha nəyim qalıb, məndən aparsın, bircə tək xatirə dəftərim qalıb. Bütün vərəqləri çəkib qoparsın, içimdə yazılar çoxdan qocalıb. Mən artıq qorxmuram əsən küləkdən, dumandan, buluddan, yağan yağışdan. Mənim ilk baharım köçdü ürəkdən, daha çəkinmirəm payızdan, qışdan. Mən artıq qorxmuram əsən küləkdən, dumandan, buluddan, yağan yağışdan. Mənim ilk baharım köçdü ürəkdən, daha çəkinmirəm payızdan, qışdan. Daha nəyim qalıb, məndən aparsın, bircə tək xatirə dəftərim qalıb. Bütün vərəqləri çəkib qoparsın, içimdə yazılar çoxdan qocalıb. Daha nəyim qalıb, məndən aparsın, bircə tək xatirə dəftərim qalıb. Bütün vərəqləri çəkib qoparsın, içimdə yazılar çoxdan qocalıb. Ömrümə elə bir külək əsdi ki, bəlkə də payızda əsməyir belə. Köksümdə ürəyim elə əsdi ki, heç ağac kökündən əsməyir belə. Mən artıq qorxmuram əsən küləkdən, dumandan, buluddan, yağan yağışdan. Mənim ilk baharım köçdü ürəkdən, daha çəkinmirəm payızdan,
qışdan. Daha nəyim qalır, məndən aparsın. Bircə tək xatirə, dəftərim qalır. Bütün vərəqləri çəkib qoparsın. İçimdə yazılar çoxdan qocalır. Daha nəyim qalır, məndən aparsın. Bircə tək xatirə, dəftərim qalır. Bütün vərəqləri çəkib qoparsın. İçimdə yazılar çoxdan qocalır. Bu nə gözəl nəğmə idi. Şəkil mahnı idi. Yazılar köhnəlib, çoxdan qocalıb. Bu nə idi mənim ürəyimə? Bütöv. Ağlatdın məni, ay Ömür dəftərim. Kimin sözləridir? Bu bizim gözəl şairə xanım Sahilə Pənahın sözlərinə yazılıb. Bizim əzizimiz Məhərrəm Astaralının musiqisidir. Salamlayırıq. İsmail qardaşım aranjman eləyib, Zakir Əliyev də oxuyub. Klipi də Sözlər bizim oxumuş. əzizimiz Ravin qardaşımız çəkib. Məni hər adam ağlada O birinci mahnını da zəhmət olmasa qeyd elədin uşaqların Birinci əziyyəti də var. əvvəl oxuduğum Güney Gözlüm mahnı idi. Aha. Şən bir musiqi. Bizim görkəmli şairimiz Məmməd müəllimindir. İncə dərəsindən olan. Nə gözəl. Salamlayırıq burada Məmməd Məmməd müəllim. müəllimin sözləridir. Musiqisi Bəli. mənim tələbəm Tacəddin Allah verdi. Bir sözünü işləyirəm. Bu hər kəsən burada zəhmət çəkir. Zəhmət çək. Burada Məmməd şairin İlqar, bəli, bizim gözəl şairimiz. Salamlayıram efirdən. çox gözəl hamı Allah salamlayır. şəfa versin Məmməd. Bu zəhmət çəkilidir. Bu mahnı öz başına yaranmır ki. Burada şairi var, musiqisi yazan var. Çıxırlar mahnı oxuyur. Hə, mən filan kəsin repertuarı, vaxt filan, hə, tezam oxudum. Hə, bunu deyirən də. Yiyəsiz bəyəm. Sən adını deyir məsələ. Ki, oxuyurkən, gəl oxuy. Xoşun gələr. Bu da bizim evladımızdır, biz də bizim yaratmış zəhmətimizdir. Özü deyirsən, hə, başsa gələn dəfə deyərəm. Bir dəfə deyir, bir də. Niyə özünüzün ki? Amma özləri mahnı yazırlar. Mənim bir dənə mahnı yazmışam. Təvəzzökarlıqdan uzaq olsun. Hə, bir dənə xitdir, belə ayıb alam, bir deyəndə bəs yazıq canımı. Axı danışmırsan, məcbur ellərdir mənə danışdırım. Məsəl üçün, o yaşa mənim xalqım 91-ci ilin mahnısıdır. Dillər əzbəridir. Hə, Körpədən böyüyə hamı bir dəfə bilir. nə bir nominasiya veriblər, mən demə, mənə əsas dövlətdən gələn şeyləri maraqlanır. Amma elementar bir şey var ki, qarnımca deyiləm, qədrimçənəm də. Xəçə bir də belə heç olmasa da, heç olmasa, Bəli, üzr istəyirəm. bəli. Heç olmasa bir dənə bir adama bir zəng gəlib demədilər ki, ha bu Quruluş Osmanlıda bəs getdi bu. Pisdir bəyəm. Serialda neçə Əla. dəfə getdi. Serial keçən mövsüm sonu sezon başlanğıcı oyunla başlandı. Bir dənə bir şey maraqlanmadı. İndi mən durub bir dənə quşlayım. Nəsə bir dənə söz deyim. Payatı onunla. Onu o qədər şirdicə ilə, böyüdücə ilə. Siz yaxşı niyə demirsiniz? Düzdür, düzdür. Düzdür. Ona Ona görə görə də bəs. əsəbləşirəm. Əsas yaxşını əlbəttə ki. Allah and olsun deyirəm də mən üzr istəyirəm. Yəni vaxtınızı almıram. Yox, bilmirəm, yox, nə vaxt? Kimisə haqqına girməyim. Allah bizim böyük sənətkarımız, qüdrətli sənətkarımız Zeynəb xanıma can sağlığı Mən versin. istəyirdim onu deyim. Siz o ansamblin Mən o rəhbərisiniz. SSR Xalq Artisti Zeynəb xanım Arıvanın dövlət ansamblı, bizimki dövlət ansamblı. Dövlət Bizim maşallah ansamblı dövlətdir. rəhbərisiniz. Yəni ki, təsəvvür edin ki, mən hələ indiyə qədər Zeynəb xanımdan eşitmədim mənəm. Yox. Allah and olsun. Olmaz. Özəkində çıxırlar deyir ki, mən sözümü demişəm, mən sənətkaram. Ay vay vay vay. Necə mən sənətkaram? Hadi Hansı sözü demisən? ha sözü Allaha and olsun deyirəm. Mən indiyə qədər Zeynəb xanım sözünə o ixtiyarı var deməyə. Sözümü də demişəm, elədiyimi də eləmişəm. Amma bir dəfə olsun vallahi özə ben mahnı işləyirik ha. Bir də mahnı işləyirik ha. Baxır adamın üzünə ki, şeydir, sən deyən kimi olacaq. Necə oldu belə? Deyər ki, mən belə oxuyuram. Yox. Yox, tamam, başqa cür adamdır o. Yeri gəlmişkən bu günlərdə gözəl bir video paylaşırlar. Hə, Bir məşqdə. sosial şəbəkələrdə Zeynəb xanım muğam oxuyur və 88 yaşında karifeyimiz, sənətkarımız, doğmamız, əzizimiz, 100 Azərbaycanı yaşasın, dünyada 150 təmsil edən. yaşasın. Vallahi. Allah sizə can sağlığı versin. Amin. Vallahi arzu edirəm 108 yaşında onu eşidim. Amin, amin. 108 Arzum yaşında. odur ki, deyirəm ki, o gün olsun. Biz mən istəmirəm, yaxşı sənətkar qocalsın. Hə, sənətkar qocalmır. Adam istəyir ki, biz örgəşmişik ona. Həm də ki, biz vallahi mən bir daha söz inciməsinlər mənlər. Biz nətərdə sambal biraz azalıb bizim səhnədə.
Bəli. İstir aktyorlar baxımından azdır. Bəli, bəli. İstir müğənnilər də sambal azalıb. Baxırsan, keçmişlərdə bir sambal var idi. İndi hərdən bir sambalı müğənni görəndə mən, bu sambalı var, yaxşı oğlandı. Düz. Zeynəb xan da doğrudan onu deyim sənə yeri gəlmir. Sən xətibi çox istəyir, oxumağından da xoşu gəlir. Mənə də onda demiş ki, salamlarımı çatdırasan. Mən də Vəsiləyə Çox deməliyəm. təşəkkür edirəm. Ona görə Çox biraz sağ belə olun. samballı olmaq lazımdır. Cılız. Biri göstərdi ki, hər gündə bir mahnı yazmır. Yox, yaza bilmirəm. Mən 5 ildir mahnı, 2 dənə mahnı yazmışam cəmi. Niyə? Gəlmir. Yox, gəlmə məsələsi deyildi. İstəmir. Mənə çox pis təsir elədi müharibə. Hə. 20-ci ildə mən 2 dənə mahnı yazdım. Mələk Ağam oxudu. Biri rəhmətlik Nazım müəllimin sözləri idi. Sən Allah rəhmət ya, baş komandan. Bir də ki Allah əksinə rəhmət etsin Tağı müəllim sözlərinə Qarabağ Azərbaycandır. Onun klipi gedir, sizə də gedir. Bəli. Qarabağ Azərbaycandır o. Ondan sonra elə bir ki mənim stres keçirdim. Çox pis oldum mən. O 44 gün Qarabağım, Qarabəxtimi də sizin. qalmaz belə dünya mənimdir. O da Hə. qalmadı, yaxşı oldu. Qalmaz yerinə belə düşdü. dünya. Da. Sizə hər zaman təsir eləyib bu dönəmlər, bu keçid ruh bəs nə sənətkar. Mahnı yaza bilmirəm. Mən Azərbaycan. çox belə sirkələdi həmin ki o 44 gün mənə O da çox var. pis Siz təsir. Azərbaycanımın Aceyran balası. 87-ci ilin o sözləri də mənimdir. Sən Şairlər- olmuşam. Niyə yoxdur səndə? Sən ey bəxt ulduzu, Səni dan ulduzu, inanma heç kəsə, qoyma yolumuzu, yalan böhtan kəsə. Vuruldum özünə, o qara gözünə, möhtəcəm sözünə, niyə yox deyirsən? Vuruldum özünə, o qara gözünə, möhtəcəm sözünə, niyə yox deyirsən? Niyə yox deyirsən? Niyə yox deyirsən? Möhtəcəm sözünə, niyə yox deyirsən? Bravo sənətkar, bravo. Bu gözəllər dillərimizin Bu əzbəridir. sözləri getdim, deməli Allah yəni Zeynəb xanımın Allah mənim ürəyimdə canlı Allah nəfəsimdir. can Bu şəhərdə sağlığı, yoxdur. can sağlığı. Deyirəm ona ki bu düz ya mən hər gün də görməsəm. Bunu ancaq biləndə Bakıdadır. Bakı yerindədir. Deyirəm mən səlib gedirsiniz. Mən elə ben ki Bakını aparırsınız. Bakı boşa. Bakı boşu Allaha and olsun məndə belə bir şey Düzdür, əmələ düzdür, gəlir. ki, Mənim bu düzdür, yox. bu Bakıda yox. Bakını aparıb özü ilə. Gələndən sonra gəldim mən hər gün görürəm onu yox. Amma yəni bilirəm ki burdadır da. Burada bir Bəli. onun nəfəsi var, səsi var, üstündədir. Və ona görə onun bu mahnını mən Azərbaycan gənclərində işləyirdim. Bunu yazdı belə özü balvankası hələ belə idi. Vermişdim onu. Getdim o şairin yanına, yazmadı. Getdim o birisi şairin yanına. Çətindir axı. Belə- Musiqiyə söz yazmaq Hə. biraz çətindir. Mən sözlər yazmışam. Mən onu da belə oxumuşam da. Yəni sözü var. Deyim indi bunu biraz mənki biraz indi Düzəl. bir şey oldu da, biraz qəşəngdir. Mən bir var şair yazsın, bir var ki Bəli. mən diletant yazır da. Düzdür mən bəstəkarlıqda da professional deyiləm. Yəni onlar mən şeydir, belə düzgün Anladım. başa düşürəm. O yerini unudun. Hə. Amma yazmadılar. Sonra Zeynəb xanım mənə belə dedi. Əşələ belə oxuyacaq. Sonra mənə üçün şeirliyə belə deyil. Özü apardım göstərdim ki bu şeir nə dərdi. Dili zibil. Dili mən də bilirəm zibildir. Amma bir kimə də şairə belə. Bir dənə yaxşısını yaz da. Bir gündən sonra etdim yəni belə yaza bilmədim. Hələ o zibili oxudum. Zibil oldu yaxşı, qəşəng də tutdu. Estağfurullah. Oldu qızıla çevrildi. Bağban, bağa necə? Yox. Sən Mən necə bağban oldum mən ki. Mahnılara bax, Dadaşın- necə deyir ki, mən dadaşın professional sözləri. bəstəkar Dillər deyiləm. əzbərdir, Artıq onu mahnılar. unudun, o sözü Allah unudun. rəhmət eləsin. Siz Baloğlan Əşrəfova. sənətkarsınız. Anam mənim. Gəlsən İndi məslək. hamısını bir-bir desək, mən sizə bugün bir Xoşbəxt adam. bir gözəl yaxşı qız mahnılar. təqdim eləmək istəyirəm. Hə. O gözəl qız, bu gözəl oğlanın Sürprizdir. Hə, nədir? oğlan ailəsindən gəlib. Boy. Bağışlayın da Boy sizdən kimdir? icazəsiz. Ah. Sizdən icazəsiz bəli. Keçən dəfə də elədiniz elə, amma Hə, gəlmədi. yox. ha. Mən heç sizə Sağ demədik. olun. Telefon açdıq. Mən efirdə gördüm. Buyurun. Gördüm ki, uşaq nə gözəl oxuyur. Allah verdi müəllimin Doğrudan. qızı çox Hə, gözəl maşallah. oxuyur. Necə gözəl səsi var, amma heç yerdə. Elə bu özünə demədən özünü yığdıq, dedik ki, icazə ver sizə gəlsin. Buyurun, Artıq buyurun. artıq efirdədir, hə. Hə. Mən dəvət edirəm. Günel hardasınız? Ay Günel, Günel. gözəl qızım, gəl zəhmət olmasa xoş gəlmisən. Sizi Xoş quruşda gəlmisən. gəldik. Keç əyləş, keç əyləş, xoş gəlmisən. Günel, Allah verdi müəllimin Bu qızıdır. uşaq mənim gözümün qabağında böyüyüb. Bəli. Çünki Bəli. Allah verdi yoldaşı ilə yubileyləri idi, toy günləri idi.
Və bunlar hələ uşaq idilər. Bu idi, mənim qızım idi. Bir də Qorxmazın qızı. Bunlar hamısı Aha. bir ildə anadan Anadan olurlar. oldu. Bəli, yaşıddılar. Və bunlar ordaca bir gözəl səhnəci qurdular. Bir gözəl səhnəcini çıxış Yanında elədilər. qalır, Biz değil mi? məhtəl qaldıq. Günel necəsiz? Salamlayıram sizləri qonaqlar. Tamaşaçıları da salamlayır. Tamaşaçılar salamlayıram. Təşəkkür Necə Allah verdi necəsiz? müəllimə bənzəyirsiniz? Allah versin. Buyurun. Mamaya. Aha. Anama da bənzədən olur, Hamısı atama. var. Bəli. Ən güzəli kimi oxşamalıdır. Necəsiz? Yaxşısınız? Yaxşıyam, sağ olun. Allah razı olsun. Siz necəsiz? Yaxşıyam, sağ olun. Təşəkkür edirəm. Allah. Birinci dedi ki, yox, birdən ata deyər ki, mənə deməmiş niyə gəldin? Yox, əşk. Sonra dedim ki, yox, ata biz orada, hamımız Axı oradayıq. baxıb, anonsa baxıb kimlər var burada, kimlər. Bəli. Hamısı bizim ailənin üzvləri. Hamısı. Hamısı. Günel, bir verilişdə izlədim, oxuyursunuz. Bəli. Belə bundan sonra efirə çıxmaq necədir? İstəyirsiniz, istəmirsiniz? Bəli, istəyirəm. Burada müğənni kimi. Bəli, istəyirəm. Ümumiyyətlə, haranı bitirmisiniz? Heç aranı. İstedad Ailə məktəbini. anadan gəlmə istedaddır. Bəli, Qandan bəli. keçir. Aha. Biz bir baxacağıq. Allah verdi müəllim. Siz icazə verəcəksiniz, o ifa eləyəcək. Rauf müəllim Ha, buyurun. qiymət Mən elə verəcək. Ustadlar yanına çağırmışam ki, baxsınlar. Pedaqoq da deyəcək Bəli, ki, bundan gəlsin. sonra sənin oxumağın nə dərəcədə Gəlsin uğurlu öyrədək. olacaq. Bəli, bəli. Mən sponsordan danışacağam. Bizim sponsorlarımız var. Aha. Mən sponsorlarıma bir vəfa borcum var. Onlara bir təşəkkür borcum var. Bu sponsorlara təşəkkür eləyim. Daha sonra biz Güneli izləyəcəyik. Aha, dinləyəcəyik. Deməli, ilk sponsor Tamstore Marketlər şəbəkəsi. 3-16 sentyabr tarixində bütün tarixinədək bütün Tamstore'larda yayın son fürsətləri kampaniyası davam edəcək. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tamstore Marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionları 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tamstore mağazalar şəbəkəsini sosial şəbəkələrdən də izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tamstore tam istədiyiniz market. 3-16 sentyabr unutmayın, yayın son fürsətlərini qaçırmayın. Eləcə də bizim yeni sponsorumuz bu. Bizim Sleep Baby uşaq bezləridir. Balaca mələklərimizin ən yaxın dostlarından danışacağım. Belə ki, körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri yanlardakı elastik bantlar övladlarınızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Belə ki, nəmi daha yaxşı hopduraraq körpənizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby körpəmiz xoşbəxtdir, anada xoşbəxtdir. Sleep Baby nəm salfetləri də var. Gördüyünüz kimi həm bizim stolun üstündədir, masanın üstündə, həm də orada var. Deməli, Sleep Baby nəm salfetləri ətirli, meyvəli, gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sleep Baby bizim anaların sevimlisidir. Və sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding Azərbaycan. Unutmayaq ki, Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanıma bəzək, düzək, saç düzümü, makyaj Camilla Beauty'dən hədiyyə olacaq. Həyatımızın ən unudulmaz günü üçün xəyallarımızdakı gəlinlik buradadır, Dəniz Weddingdə. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding, ünvan Xocalı prospekti 29, əlaqə nömrəsi 050 424 0770. Dəniz Wedding ilk birinci paltarı götürən, ikinci paltar hədiyyə olacaqdır. Belə. Bu bizim sponsorlarımızdır. Mənim təşəkkürlərim var sponsorlarımıza. Qapı bacamız açıqdır. Sponsorların yolunu gözləyirik. Gələ bilərsiniz. Və Güney, səndən bir nəğmə eşidək. Bir səni dinləyək, qiymət verək. Aha, mənə deyirlər reklamdan sonra daha yaxşı olacaqdır. Odur ki, reklamın vaxtıdır. Biz reklamları heç cürə gecikdirə bilmərik. Reklamlardır. Verilişin sponsorları Tamstore Marketlər şəbəkəsi. Dəniz Wedding özəl gününüzün seçimi. Sleep Baby uşaq bezləri. F Group Construction gələcəyinizin doğru seçimi. Günorta efirdəyik.
alıştık ve ayrıldık. Biz aşkı meğer bir oyun sandık. Yalancı baharda ikimiz de yanıldık. Ama en güzel yerinde yarım kaldık. Hadi gel bir kibrit çak, şu kalbim alev alev yansın. Sana alev alev yansın, bana külleri kalsın. Nereye doğru baksam orada hep sen varsın. Bu sensiz hallerimi adını bilen yazsın. Hadi gel bir kibrit çak, şu kalbim alev alev yansın. Sana alev alev yansın, bana külleri kalsın. Nereye doğru baksam orada hep sen varsın. Bu sensiz hallerimi adını bilen yazsın. Sevdik, sevildik, alıştık ve ayrıldık. Biz aşkı meğer bir oyun sandık. Yalancı baharda ikimiz de yanıldık. Ama en güzel yerinde yarım kaldık. Hadi gel bir kibrit çak, şu kalbim alev alev yansın. Sana alev alev yansın, bana külleri kalsın. Nereye doğru baksam orada hep sen varsın. Bu sensiz hallerimi adını bilen yazsın. Hadi gel bir kibrit çak, şu kalbim alev alev yansın. Sana alev alev yansın, bana külleri kalsın. Nereye doğru baksam orada hep sen varsın. Bu sensiz hallerimi adını bilen yazsın. Hadi gel bir kibrit çak, şu kalbim alev alev yansın. Sana alev alev yansın, bana külleri kalsın. Nereye doğru baksam orada hep sen varsın. Bu sensiz hallerimi adını bilen yazsın. Ay, təşəkkür edirəm. Ay Günel, niyə Azərbaycan mahnısı deyildi? Mikrofona danış, mən istəyirəm danışırsan. Keç otur, keç otur rahat. Həyecanlısan, keç otur. Nigar xanım Şabanova zəng elib ona deyib ki, mənim mahnılarımı da götürüb işləyə bilər. Hadi bütün xərcləri özüm verirəm. deyib. Ay, nə gözəl, Nigar dostum, Nigar Şabanova ürəkli, mərd qızdır. Buradan təşəkkür edirəm Nigar xanıma. Telefon xətti, bu dəqiqə səndən söhbət edəcəyik. Telefon xəttində Nəzakət xanım var. Günün ortasında xoş gördük sizi, xoş eşitdik. Nəzakət xanım. Lamiyə xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Mən nətəri xoşbəxtəm bugün, mən bu efirə bağlandım. Mən Can, sizin verilişə bağlandım. Gözəl xanım, gözəl qonaqlar. O qədər kövrəldim, mən çox Zakir müəllimin mahnıları onsuz da məni həmişə, nə bilim, kövrəldir. Allah verdi müəllimi gördüm, qayıtdım uşaqlığıma, mən nə bilim, kövrəldim bir xeyli. Çox sağ olun. Hamınızı salamlayıram, hamınızı salamlayıram. Allah verdi müəllimə can sağlığı. Nahidə xanım, Zakir müəllim, Rauf müəllim, o şedevr əsərlərin bəstəkarı Rauf müəllim. bəli. Nə bilim, Zakir müəllim də ki, bilmirəm də başqa aləm. Biri vardı, biri yox, bizi aparırdı haralara. Sonra mənim nəvəm dünyaya gələndə elə o videonu mən Zakir müəllimin mahnısı ilə nəvəm üçün onu düzəltdirdim. İminir Zakir vardı, biri müəllimin yox? nəvə mahnısını. Yox, Ha, yox. nəvə mahnısı, Nəvə hə. mahnısı, bəli, bəli. Yoxsa nigaran Bəli. qalmışdım. Nə Bəli. gözəl, nəvə mahnınız var da, düzdür. Bəli, Nəzakət bəli, xanım, Bəli. evdar xanımsız. Yox, işləyirəm. Bugün təsadüfən məzuniyyətdəyəm. Mən açdım, sizin verilişi gördüm. Mən çox Təsadüfən sevindim. bugün bildiniz, yoxsa Bəli, dünəndən bəli. baxırsınız? Yox, mən ayın birindən evdəyəm, mən dünəndən baxıram. Sizin ad gününüzü də təbrik edirəm. Sağ olun. Allah sizə can sağlığı versin, keçmiş də olsa. Çox sağ olun. Demək olar ki, bir gün mənim də bu ay mənim də ad günümdür, olacaq inşallah. Ay Allah neçəsi? nəsib eləsin. Sentyabrın 21-i.
Ay, təbrik eləyirəm. Sağ olun, var olun. Sizə can Sizdən sağlığı eşitdim arzulayıram. Bu ilk təbriki. Çox var olun. Xahiş Mənim edirəm, ayın elimin, 21-i obamın bizim verilişimizə gözəldir. zəng vurasınız. İnşallah, inşallah. Siz Çalışaram, zəhvarsınız, bizim işdə verilişdə kim olacaq. var? Hamı sizi təbrik eləyər. Baş üstə. Mən çox şad oldum, gördüm, hamınızı gördüm. Çox şad oldum, çox. Evdə Zakir də müəllimdən olsanız. xahiş edirəm, əgər imkansa, mənim həyat yoldaşım da evdədir, biz ikimiz də baxırıq. Bir Salamlarınızı həyat çatdırın. yoldaşı, o mənim ad günümə hədiyyə edir bu mahnını. Zəhmət olmasa, əgər imkan Hansı varsa. mahnını? Nədə? Zakir Sizin bu müəllimin mahnı- həyat yoldaşı, bəli. Allah Demişdən soruşuram. Gümüşəmir repertuarı. Nəzakət xanım. İşdə oldunuz, evdə oldunuz, xahiş edirəm. Bundan sonra günorta saat 2-də mütləq Lamiyanı izləyəcəksiniz. Günorta efirdəyik deyib evlərinizə gəlirik. Gəlirik ki, əhvalınızı xoş eləyək. Gəlirik ki, bir balaca da olsa sizə pozitiv enerji ötürək. Valla o enerjini alacaqsınız, amma yetər ki, bizə baxın. Vəssalam. Bizə nənə zəng eləyib də. Mənim bir nənələr mahnım var. Sizin də var nənə. Hə, nənələr də deməli sözləri bizim mərhum böyük şairimiz Bəxtiyar Vahabzadədir. Allah rəhmət eləsin. Lal qayadır, sal qayadır dözümdə. Hər arzuya sinə gələn nənələr. Lal qayadır, sal qayadır dözümdə. Hər ağrıya sinə gələn nənələr. Ötənlərdən sığal, ötənlərdən misal çəkər astaca. Bizə doğru yol göstərən nənələr. Ötənlərdən misal çəkib astaca. Bizə doğru yol göstərən nənələr. Özü ağac budaqları nəvələr. Dodağında şirin-şirin şivələr, ey nağıllı, bayatılı sinələr, ey taxçalı, ey boğçalı nənələr, ay nənələr, nənələr, ey nağıllı, ey boğçalı nənələr. Allah nənələrə can sağlığı versin. Oyun olsun sən nənə olasan inşallah. Bu mahnını gəlib oxuyaq özümüz İnşallah. eləyək. Bütün nənələr üçün olsun. Yoldaşım da olan çərsə biz də. Amin. Mən də nənə babayıqdı da. Bu mahnı kim oxuyub? Özü. Bunu nənələr mahnısını Allah rəhmət eləsin bizim gözəl sənətkarımız Balıqdan Əşrəf. Balıqdan Allah rəhmət eləsin sənətkarımıza. Oxuyub da gərək ki nənələri. Mən Yox, şey oxuyub. Vəliağa Tağıyev oxuyub. Vəliağa oxuyub. Vəliağa müəllim sağdır. Hə, Vəliağa Salamlayırıq o buradan. oxuyub. Nənələr mahnısını o oxuyub. Zakir müəllim, nəvələr var, həyat yoldaşı var, nənələri götürün oxuyun. Gözəl repertuardan, gözəl bəstəkar öz mahnısını burada Allah verək sizə. Sizdə çox yaxşı alınır bu mahnılar. Valla. Necə niyə babalar oxumur ki, nənələr oxuyur. Babalar da oxumaq lazımdır. Paxılığınıza nə gəlib yaxşı Yaxşı olsun bir də babalar şeiri və yazar babalar oxuyub. Sevda xanım, salam əleykum. Salamlayıram sizləri, Necəsiz? Lamiyə xanım. Dəyərli sənətkarlarımızı, gözəl insanları. Mən çox şadam ki, sizin efirdə bax belə gözəl bir insanlar var. Nahidə xanım, bizim sevimli bəstəkarımız Rauf Məmmədov, gözəl sənətkarımız Zakir bəy, Allahverdi bəy. Yəni çox gözəl insanları dəvət etmisiniz. Çox təşəkkür edirəm sizə. Kim Sevdadır? Rauf müəllimi çox sevirik. Adı Sevdadır. Həm ailəmiz Sevdadır da. sevir, həm özümüz onu çox sevirik. Onun mahnıları hələ bir yer yoxdur ki, orada ifa olunmasın. İstər Azərbaycanda, istəyir xaricdə. Çox sevir, halbuki mənə də qismət oldu. O mahnıda mən ifa etdim. Siz müğənnisiniz? Bəli, Hə, bəli. Sevda Əliverdi, salam qızım, salam. Salam. Sevda hansı? Sevda Əliverdiyeva. Əliverdiyeva. Hə. Nahidə xanımı da salamlayıram, tanışıq. Zakir bəylə. Sevda xanım. Çox xoş oldu sizdən gələdiniz. Buyurun, Mahnımı buyurun oxuyun. davam edin. Mənə də qismət oldu Rauf Məmmədovun gözəl sənətkarımızın mahnısını ifa etmək. Hansını? Əlhəmdülillah. Çox Çox gözəl bir mahnıdır. Mən də ifa eləmişəm o mahnını və çox şadam ki, belə bir insan, yəni canlı karifeydir də Rauf müəllim. Onun mahnıları hər yerdə, hər zaman, hər bir tədbirdə, harda olursa olsun, hər zaman səslənir. Çox sevirəm orada olan insanları, sənətkarları. Var olasınız Lamiyə xanım ki, siz belə sənətkarları dəvət edirsiniz və dəyərləndirirsiniz. Hər zaman da belə olacaq. Çox sevirik. Yaxşı ki, varsınız. Sağ olun. Təşəkkür edirəm ki, yəni mənə də qismət oldu, efirə qoşulum.
Sevda xanım, sizlərlə yetər ki danış- bizə baxın. Yetər ki bizi izləyin, MTV Biz kanalını baxırıq, izləyin. biz baxırıq. Sizin verilişə baxırıq və Həmişə sağ sevirik. seçmə Yaxşı adamlar qonaqlar da görəcəksiniz. Yetər ki sadəcə bizə Anana da baxın. salam deyəsən xanım bacıya da. Hə, Təbrik əllərindən edirəm. öpürəm, anaların əllərindən öpürəm. Biz indi hər şey uşaq oxudu, heç onu Hə, indi uşaq oxudu. Keçən uşaq hamısı yaddan çıxdı. uşaq yaddan çıxdı. Deyir hamısı deyir molla deyir hava gördü deyir Yasin yaddan çıxdı. Zakir bir yəqin ki bizim fikrimiz bərabər olacaq. Bu uşaq xamdır da hələ. Amma səsinin özündə adamın qulağında dəşən bir şey yoxdur. Yox, şirinliyi Qızıqlandırıcı yumuşaq bir şey səsli. yoxdur. Yumşaq səsli. Yəni bu ünvanlı hələ çoxsuna yaxşı oxuyur. İndi hələ xamdır bu uşaq. Xamdır, hə. Yəni ki öyrənəcək. Mən bir iki dənə tövsiyəm vermişəm. Ən yaxşı tövsiyəni əlbəttə ki müğənni daha yaxşı verəcək ona. Bəli. Ona görə də ona demişəm ki, əgər sən müğənni olmaq istəyirsənsə qızım, sən çalışmalısan. Ciddi, bəli. Baxırsan, öyrənirsən, amma özününki eləyirsən bunu. Oturub o şey var, printerdən çıxartırsan, kopyasını çıxartmırsan, onu surətini çıxartma. Əvvəl öyrən, ondan öyrən. Amma sonra öz ürəyi qoydun, sən müğənni olacaqsan. Yox, şəkil çəkəcəksən, hələ belə də olmayacaq. Ürək birinci şeydir. Nə deyirsən, Mən uşaq həmişə deyil, demişəm, hə. adamın səsi balaca ola bilər. Düzdür. Amma ürək yatımlı olmalıdır. Ürək. Adam pis oxuya bilər, ancaq xarici oxumamalıdır. O xariclik bədbəxtçilik özün bilirsən də. Bəli, Musiqidə bəli, istəyir ifaçı olsun, istəyir oxuyan olsun müğənni. Faş, xaric oxumaq biabırçılıqdır. Doğrudur. Pis oxumaq, hamısı yaxşı oxumalı deyir ki. Biri yaxşı oxuyur, biri pis oxuyur. Amma o özəki bədbəxtçilik nədəndir? Özləri eşitmirlər. Deyirəm, ay balam, istəmirsiniz, özünüzü eşitmək istəyirsə, elə yox, bax, bunu tutsan qabağı, əlinin qabağı. Oxuyursan ora. O səs qulağına gəlir. Özün biləcəksən, xaric oxuyursan. Hə, bax, özün eşidəcəksən onu. Düzdür. Özün eşidirsən, şübhən var, tut əlivi qabağı var, səsin getsin ora. Oradan gəl deyəcək sənə də, özün görəcəksən, düz oxumursan. Deyəndə də acıqlarına gəl, neyinim də özləri bilir. Amma əsas xaric oxuma, yəni oradan çıxma. Çıxma, əlaməçilik eləmə. Səsin maşallah yaxşıdır, adamın qulağına yaxşı gəlir. Zakir mən bir kəlmə danışlar, oturmuşsa baxırsan. Zakir mən ümumiyyətlə danışmır. Vallahi uğurlar arzu edirəm. Yəni ki, bu sənəti seçibsə, siz çox gözəl qeyd elədiniz. Yəni çox çalışmalısan, çox qulaq asmalısan, dinləməlisən. Sonra səhnə o tamaşaçı səhnədə insan qalanda hər kəs ona necə deyirlər, diqqət kəsilir. Yəni hər hərəkətin, mahnıya münasibətin, mahnını o hərəkətlərin mahnını tamamlamalıdır. Səsin belə var, yavaş-yavaş üzərində işləsən açılacaq, formaya düşəcək. Boğaz açılır. Bəli, yavaş xırdalıqlar demişəm ki, uğurlar arzu edirəm. Allah yolu açıq eləsin. İnşallah yaxşı Aman da, olar. anan da baxsın, Dilarə bacını da salamlayıram ki, çox belə gözəl bir dənə müğənni qız belə yetişdirmisən. İnşallah görəcək onu Sadə, gələcəkdə. gözəl, Hə. qəşəng, səsi də Özü o var. qədər mehribandılar ki, evlərinə gedərsən. Gülər üzündən görsənir. vallahi. Anası da elədir. Çox belə xanımdır. Yəni evlərinə gedərsən, adam özünü öldürürlər. Allah'ın da olsun. Elə səmimidirlər, üzləri gülür. Yəni ki, bir dənə belə üz tursuz, bu nə belə oldu filan. Əmbəlli. Hə? Əmbəlli. Bir də onun yoldaşı bir sözü var, danışır. Əmbənet. Amma ne? Rus yazırsın, Rus dillidir. Əmbənet. Əmbənet, onu işlədir. Təsəvvürün ki bir hadisə danışım. Telefon xəttində bir zamanınız var, nə olar? Mütləq qaydırıq sizə. Həmaya xanım. Həmaya xanım, gününüz uğurlu olsun. Necəsiz? Salam əleykum. Lamiyə xanım, sizin də gününüz uğurlu olsun, verişiniz uğurlu olsun. Təşəkkür ederim. Həyəcanlıyam, çox sevinirəm. Nə yaxşı düşmüşəm. Aha. Həqiqi mənada. Çox zəng elədim, düşdüm. Aha, yaxşı Əvvəla mən elədiniz. sizin qonaqlarınızın hamısını salamlayıram. Allah onlara can sağlığı, uğurlar bol olsun. Rauf müəllimin mahnılarının hamısını xoşlayıram, həqiqətən də sevə-sevə baxıram. Çox sağ ol. Bəli. Sonra o qızımız, Allah ona Necə uğurlar oxudu eləsin. Günel? O balaca qızımız oxudu, indi qəşəng Bəli, oxudu. necə oxudu? Xoşum gəldi, düzdür, təzədir. Bəli. Mən demirəm ki, o sənətkarlar kimi bax onlar yox, amma şirindir səsi. Həm də təzədir, amma çox həlimdir, şirindir. Mən belə ayaq üstə durub baxdım, xoşum gəldi. Allah gələcəyini işıqlı eləsin, uğurlu eləsin. Çox təşəkkür edirik. Nahidə xanıma sözünüz var? Nahidə xanıma da can sağlığı arzu edirəm. İstəmirəm bundan sonra arıqlasın. Bizim o çox sevdiyimiz aktyorumuzdur. Canım, çok sağ ol. Xoşum Çox gəlir.
O istəmirəm arıqlasın, ona görə belə qalsın, lap yaxşıdır. O da Çox nənə sağ ol, olub da çox təbrik sağ ol. edirəm onu. Hə. Nənə olub. Yaxşı ki, burada istədiklərim var. Yəni o bəzi gənc müğənnilərimizin bəzi xoşum gəlməyən sifətləri olan yoxdur. Ona görə çox sevindim. Aha. Hə. İndi mənim bir arzum var, istəyim var sizdən. Aha. O, Bugün mənim nəvəm Sevilin 13 yaşı tamam olur. Təbrik Ay Allah edirik. saxlasın, maşallah. Böyük nəvəmdir. Sevil. Bəli, Sevil böyük nəvəmdir. Onun 13 yaşı tamam olur. Ay Allahım. Mən istəyərdim siz onu təbrik edəsiniz. Başdı. Mən nənəsiyəm, babası Bəhərəm, dayıları İlqar, Tural və onların ailələri. Hamımız onu təbrik edirik, can sağlığı arzu edirik. Sevildi də adı. Sevil yoxsa Sevinç? Bəli, bəli, Sevil. Nənəsinin adıdır. Sevil. Sevil xanım, onun Sevinç. adıdır. Bəli. L. Sevil. Bəli. Zəfərcabının Sevil poeması, Sevil. Baş üstə. Bu dəqiqə təbrik eləyərik. Başqa arzunuz yoxdur ki? Əzizim, çox sağ olun. Başqa bir sözünüz varsa deyin. Ayrı sizə can sağlığı. Dünən baxdım, sizdən sonra nədir? Abbas deyildi, kim idi? Kərim. Kərim Aysə, onun Kərim mahnılarına Abbasov. qulaq asdım. Bugün də sizin də mən çox xoşum gəlir. O gün o xanım da dedi paltarınıza görə. O paltarı mən də çox sevmişdim. Elə yadımdaydı ki, düşsəm sizə deyim. Qara paltarı həmişə uzun Bəli, geyinin. bəli, bəli. O xanım mənim çox ürəyimdən dedi. Həqiqi mənada neçə gündür rayondayam mən Gədəbəydə. Gədəbəydən zəng Oturub baxıram edirsiniz. beləcə. Bir də sizə, orada oturan qonaqlarınıza, müdiriyyətə, hamınıza Gədəbəydən çoxlu salamlar. Ay nə gözəl. Bizə Çox də sevirəm çox sağ oranı. olsun. Qurut Çox göndər sevirəm. oradan, qurut. Bundan başlamalıydınız ki, Gədəbəydən zəng vurmusunuz. Çox təşəkkür edirəm. Sevil, qızım, 13 yaşın mübarək olsun. Böyük qız olasan. Məktəbi bitirəsən, Gözəl universitetə yaşda. daxil olasan, gözəl qız olasan, İnşallah. anaya ataya layiq qız olasan, vətənə layiq evlad olasan, uğurların bol olsun, zirvələrdə olasan. Amin. Nənə, baba, ana, ata, dayılar, əmilər, xalalar, bibilər həmişə yanında olsun. Amin inşallah. Siz də deyin Çox arzularınızı, gözəl. onun- Biz də qoşuluruq təbriklərə, biz də təbrik edirik. Çox gözəl yaşdır. 13 yaş doğrudan yeniyetmə yaşdır. Həyatını düz qurasan, yolunu Gözəl düz yaşdır. gedəsən, Düzdür. bəli. Nayda xanım, davam eləyim. Mən Ay sizin can. ikinci dəfədir. Elə nəvənin toyunda deyirəm, dayanırıq ki, Canım inşallah, Aha. inşallah. Yəni deməli biz Allah verdi müəllim bizim dövlət televiziyasında gedirdi mütəmadi olaraq hər həftə veriliş Bəli. BTÇay sponsorluğu ilə və orada Ağçiçəyin veriliş hamısı bizim sponsorlarımızdır, yəni dostlarımızdır. Və orada biz bilirsiniz ki ər-arvadı oynayırdıq hər dəfə. Və zaman keçirdi, böyle hara gedirdik, rayonlara da gedirdik biz. Elə bilirdilər, ər-arvad. Elə bilirdilər doğrudan da həyatda biz ər-arvadıq, ailə bizim Qurmusunuz. bəli qurmuşuq. Və hər zaman mən zəng eləyəndə Allahverdi gilə, Rauf müəllim düz dedi. Dilarə xanım o qədər belə sadə insandır, çox gözəl insandır. Deyirdim, ay Dilarə necəsən, nə var, nə bəs Allah verdi evdədir. O zaman həmişə deyirdi, nə bilim sənin yoldaşındır, sən bilərsən. Deməli, yoldaşının səsi çox incədir də. Çox naziksən. Mən bir kərəm zəng eləmişəm evlərinə. Mən nə bilim ki, yoldaşıdır. Dedim, Allah salam, Allah ver, nə olar? Dedi ki, evdə yoxdur. Dedim, qızım, papaya deyərsən ki, mənim də. Sən deyir ki, mən arvadıyam da. Ona Sonra xoşdur gəl, da. həmən nə bilim. Ona xoşdur da. İncə nazik səsi Rami var. Allah'ın olsun. Bundan Bir gözəl dənə qız söz. səsi çıxardı, elə bir danışıq elədi. Mən nə bilim. Danışıq elədim. İndi gəlmiş ki, Qorxmaz müəllim də salamlayıram burada dostumuzdur. salamlayırıq. Onların evlərində Qorxmaz uşaqların kimsə rəşid oturmuş ad günüdür. Oturmuş üzbəüz. Dedik mənə ki, o gün mən sizinlə danışdım. Dedim, haçan. Deyir, siz zəng eləmişdi. Dedim, mən qızdan da, yox, mən idim. Dedim, arvaddan da qız səs çıxar. O qədər gülüb. O qədər sadə insandır, o qədər gözəl insan, gözəl xasiyyəti var onun. Yaxşı deyib, nə bilim, sən Bəli, yoldaşıdır, bəli. sən Ay bilərsən. sən mən nə bilim, Sizin sən hamınız bilərsən. Qurbanəli bəyin dəvəti olmasın, mənim öz dəvətimdir. Yaxşı xəngəl bişirir.
Qurutduq. Görməmişəm. Üzü qışa gedirik. Gəlin də Görməmişəm mami. Yo, mən görmüşəm. gedirik? Biz yığışmışıq Ona Xəngələ görə və mədəbi rəhmətli kiçiltmisən. Ona maması. görə mədəbi kiçiltmisən də. Rəhmətli maması Allah rəhmət pişirirdi eləsin, onda. Hə, dünyasını o dəyişsin. da oradan da bizim üçün gözəl Mən görməmişəm. Dayı, Nə vaxt gedirik? Görməmişsiniz, mən də görməmişəm. Mami də görməyib, Zakir də Zakir görməyib. müəllim, nə İnşallah vaxt gedirik? görərik. Hə, biz Qızım mami bilmirəm. evdə deyərsən, Allah verdi müəllim. Yaxşı Allah verdi müəllim aman görməmişəm. 5 dəqiqənin içində Şişirtməyin dedi, bizi. nə bacarır, nə bacarmır, satdı burada. Biz ona görə qonaqdan qaçmaq olmaz, biz gələcəyik. Təranə xanım, Lami xanım salam eləyirəm. gününüz aydın olsun, salam aleyküm. Qonaqlarınıza da xoş gəldim eləyirəm. Xoş gəliblər. Həmişə sizin studiyada olsunlar. Minnətdaram. Həqiqətən mən onları çox sevirəm. Asobuda Zakir müəllimə böyük hörmətim var. Onun mahnılarını mən maşınımda otururam, belə ləzzət ala-ala onu çox sevirəm. Bir dost kimi, bir böyük bir bacı kimi mən nənəyəm. Mən nəvələrimin ad günüdür. Elminlə Nihatın. Aha. Onların Elvin Nihat. birinin 4 yaşı olur, birinin də 1 yaşı olur. Ay maşallah. Ay Maşallah. maşallah. Sağ ol, hə. Ay Sağ ol, Allah Allah saxlasın. sizə də can sağlığı versin. Allah hamımızın nəvələrini Allah qorusun. Amin. Millətimizi, xalqımızı, hamımızı bizi Allah qorusun. Amin. Bir də xahiş edirəm Zakir müəllimlə mənim nəvələrimə bir gözəl nəvə mahnısı oxusun. Baş üstə. Papırınız buradadır da. Nəvə Papırın. mahnısını göndərmişəm. Var Nurullah nəvə var. mahnısı. Böyük nəvə. Zakiri Çox təşəkkür bağçalarını edirəm. bildiniz. Elvin Nihat. Elvin Nihat. Bəli, bəli. Allah 1 yaş, saxlasın, 4 hə. yaş. Mənim Allah bacımın da saxlasın. yeri Təranə gəlmişəm, xanım. ikisi sizlə bir yerdə. ad Onun da günü. ad günü idi. 74 yaş oldu. Ay nə gözəl. təbrik Bizə də o edirəm. yaş qismət olsun. Təbrik edirəm. Elvin Nihat, Təranə Yolda xanımın qalın, nəvələri. sağ Doğum gününüz mübarək olsun. Tərənə xanım, can sağlığı arzulayırıq sizə. Elvinin Nihatın toyunu görəsiniz inşallah. 1 yaş, 4 yaş qəşəng yaşlardır. Onlar da yavaş-yavaş böyüdükcə, valla mən indi arzulayıram. Bir uşaqlara baxıram evdə, çox üzr istəyirəm Valla biz elə hamınızdan. o yaşlıyıq elə. Hamınızdan üzr istəyirəm. Mən uşaqlar necə böyüyüb bilməmişəm də, anam saxlayıb. Bir baxıram deyirəm, ay Allah, bunlar uşaq olardı təzədən. Necə? nə Uşaq olardı? böyüdü bunlar. Uşaqlar yox, nə olar uşaq olsun da. Uşaq Allah olardı. böyüdü. Hə, nəvələr olsun. Nəvələr olacaq Mən da. onu deyim ki, Rami xan, bax, Nə doğrudan da bilim, mən yaşadım, mən arzulayırdım ki, nənə olum. Nənə. Amma indi nənə olandan o uşağa baxsan, özün uşaqlaşırsan. Bəli. O uşaqla Böyük nə enerji desən, verir insana. o Yaxşı, uşaq, elə o Sizinlə nəvə razılaşıram. insana doğrudan da güc-qüvvət Nurlan o verir. nəvə o səsləndirsin, ruh oxuyaq. verir. Nəvə Allah. mahnısı İndiki gəlsin, mən uşaqlar baxıram. Mahnı Allah göndərdim Allah özünə. olsun. Bu paxıllar var ha, bu paxıllar mənə deyirlər ki, nənə ol. O, Paxıllar, bəli. Mütləq, mütləq. Nə, Nənə, gənc nənə, Nəvə, Gənc gənc nənə. nəvə Qocalmırsınız məni. Məni tanıyanlar, Əmin üzr istəyirəm, məni amanlar. tanıyanlar bilər ki, mən acgöz adam deyiləm. Mən dünya malında gözüm yoxdur. Amma həmişə deyirdim ki, bizə nəvəm olsun da. İndi deyirəm, ay Allah, görəsən onun toyunu görəcəyəm. İnşallah, hə, arzu Ha, bu- bitmir. Bəli, arzu Nə İndi onun gözəl. toyunu istəyirəm. Arzular Allahdan bitmir. ömür istəyirəm də, həm də. Onun İnşallah. toyunu görüm də. Allah Allah hər birimizə qismət nəsib. eləsin. Amin. Biz də gələk oynayaq. Vallahi, Nə gözəl vallahi. rəqs edirik. Bax, o haqda danışa bilmədim hələ. Hə, Zaur bəy, doğrudan da. gününüz aydın olsun. Ay Allah'ım. Lamia xanım, Bəli. eşidirəm sizi. Çox səni sizin verilişiniz verdimi də, hamınız oradakı Zakir müəllimi də. Mən Ağdamlı şəhid atasını getirirəm. Allah Allah rəhmət eləsin bütün şəhidlərimizə. Sağ ol, sağ ol. Can, ata, buyurun. Mən istəyirəm bir ağız oxuyam. Zakir müəllim görsün, mənim 79 yaşım var. Maşallah, can sağlığı arzulayırıq sizə. Oxuyun. Sahil sakit, çəkilirdir ayağa. Yaşan dalga, qayaları qucaqlar. Dayandakı, gəl qayıqlaya gəzəkdir. Dayandakı, gəl qayıqlaya gəzəkdir. Çatın qara qaşlarını nəzənsə olmaz olmaz, olmaz olmaz deyirsən. Ayın gəlir, gecə yolur təm yarı. Aynin əzik, əsrdən rüzgarı. Üşüyürsən, bir yaxına gəl bana, aman ey. Üşüyürsən, bir yaxına gəl bana,
olun, ay Lamiyə xanım. Siz sağ olun. Siz sağ Siz olun. var olun ki, bu gözəl nəğməni ifa elədiniz. Allah sizi var eləsin. Allah Amma yaşlı bütün deməsin şəhidlərimizə bunlar. rəhmət Allah eləsin. şəhidlərimizə Allah rəhmət sizə eləsin. ömür versin. Qazilərimizə can sağlıq versin. Hə, görürsüz 79 79 yaşında. yaşında. 19 Zar müəllim. yaşında. Elə bir şey Ağdam 25 torpaq. 28 Torpaq yaşında sözü səsdir. Səs. Qədir İslamovun səsinə oxşadı biraz. Allah Adamların rəhmət hamısının eləsin. səsi var da. Ağdam öz sözündə idi. Valla. Maşallah. Belə, oxuyaq nəvə mahnısın. Var mı vaxtımız? Babaların, nənələrin adından bir nəvə mahnısı oxuyaq. Babaları, nənələri dəvət edirik. Hə, Rəqsə. indi rəqs eləyin, hələ rəqsimizdən danışacaq. İndi reklamdır. Hamınız gəlin mənə Nəvələr çatın. nə qədər istəyirsiniz? 5 nəvə. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. Arzular Çin oldu, kâme yetirər. Bir gün dil açarsan, gələnsən dilə. El açıb Allaha dua edirəm. Hər evə ilahi övlad bəxş elə. El açıb Allaha dua edirəm. Hər evə ilahi övlad bəxş elə. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. O günkü dünyaya sen göz açmısan. İnan bu ömrümə işıq saçmısan. Sen güləndə kədər olmur üzümdən. Göz yaşım sevincdən dolur gözümdə. Sen güləndə kədər olmur üzümdən. Göz yaşım sevincdən dolur gözümdən. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. Nəvələr bəzəyir bütün cahanı. Ay mənim balamın şirin balası. Nənənin ürəyi, babanın canı. Axsın ürəyimə bütün qadası. Verilişin sponsorları
Tam Store Marketlər şəbəkəsi. Dəniz Wedding özəl gününüzün seçimi. Sleep Baby uşaq bezləri. F Group Construction, gələcəyinizin doğru seçimi. Günorta efirdəyik. Belə o qədər oynadıq ki, deməli mən çox oynamadım, mən nənə deyiləm axı, ona görə mən oynatmadılar. Nənə ilə baba ortadan çıxmadı, bu baba da var ha, Zakir baba. Zakir baba da belə oxudu, oynadı belə. Lamiyə xanım, ona görə sonra deyirlər ki, pensiyanın yaşını artırırlar. Görürlər ki, nənələr, babalar əldən düşməyiblər də. Onu artırın yaşını, bir 75 yaşında çıxaq pensiyaya. Məncə Vaxt də. deyirsən, maşallah, canı sulu. Nə olur? Niyə çıxmalıdır? Min cənə cavana deyər. Oynayır, oxuyur, nə istəyirsən. Mikrofon harada getdi? Mənim bax gələn yubileyimdir. Mənim 65 yaşım olub. Mən necə deyim ki, mən bu gün səhnədən çıxıram, artıq Allah gedirəm eləməsin, səhnədən. ağlamaq tutur, mən elə deməklə. Yox, mən yaşadan səhnədir. Elədir. Mən necə səhnəni qoyum gedim? Ay Lamiyə xanım, sizə qurban. Yox, mənə çox çəsdir. Mən axsaq deyiləm, kör deyiləm, kar deyiləm, dilim danışır, yəni ağlım kəsir. Yox, bu səhnədə, bu tamaşalara nənə baba lazımdır. Niyə lazım deyil? Niyə onu cavanları qrim eləyib qocaltmaq lazımdır? Var da. Cavan hələ öz rolunu oynasın, biz öz qoca da öz rolumuzu rolunu da oynasın. oynayaq. Yəni bu incəsənətdə qoca cavan yoxdur. Ruslarda 90 yaşında, 100 yaşında aktyorlar çıxırlar. Hamısı, bəli, kinolara, filmlərə. O Gogoleva vardı, bir dənə 101 yaşında efirə Bəli, bəzi Zinovi o birisi. Ranevskiy Zelcin 100 yaşına qədər oldu səhnədə. Ranevskiy özü, bilirsən, onlarda doğrudan da aktyorun qədrini bilirlər. Onlar sənətkarların qədrini bilirlər. Onlar onları yaşadırlar. Çünki yaşadan onları səhnədir. Səhnədir. Həm də bunların təcrübəsi çoxdur, axı bunlardan öyrənmək lazımdır. Canlı məktəblər bunlar. Şərti də öyrə gedib oturasan, kitab oxursan, olmur. Baxıb öyrənmək daha yaxşıdır. Həm də bunların məsləhətləri var. Bunlar deyirlər ki, biz özümüz hər şeyi bilirik də. Onu ya da qocalara belə... Valla biz indiyənə qədər öyrənirik. Nə olub Allah çox, gəlsin, qoca da oynayır, cavan da oynayır, görək də, oynayaq. O zəng vuran tamaşaçılarımız bayaq zəng vurdular. Nəvələrin ad günü idi. Biz də onlara bir... Ərmağan elədik bu mahnını, nəvə mahnısı. İndi hamı rəqs eləyib. Mən sizə inandırım, vallahi hamı rəqs eləyib. Babalar, nənələr də əla rəqs elədilər. Elə məclislərdə də, toylarda da bu mahnını çox istəyirlər. Nənələr, babalar görsəm nəvələri ilə rəqs edirlər. Kim yazıb bu mahnını, Zakir müəllim? Bu mahnının sözləri Sahilə Pənahın sözləridir. Gözəl şairə xanımızın. Məhərrəm Astaralı musiqisini yazıb. İsmail aranjman eləyib. Mən də oxumuşam. Çox da sevilən mahnılarımızdan biridir həqiqətən də. Hər məclisdə istəyirlər mahnıları. Sizin çox qəşəng mahnılarınız, paprelləriniz bizim efir vasitəsilə yayımlanır. Bizdə hamının klipi gedir. MTV kanalında hamının musiqi nömrələri, kliplər hamıdan gedir. Yeni klipimi də Allah xüsusilə təqdim edəcəm. Bəli, təqdim elədiniz artıq bizdə. Yəni bundan da efirə yerləşdirəcəyik inşallah. Çünki MTV hamının evidir, bütün musiqiçilərin evidir, hamının məkanıdır. Çox sağ olun, yaxşı ki, bu kliplər bizdə yayımlanmalıdır. Harada yayımlanmalıdır ki? Yəni bizim efirə baxanda müğənnilər həvəsə düşüblər. Stimul vermiş onlara. Onlar bəziləri bir vaxt vardı, yadınıza gəlir, insanlar klip çəkmək istəmirdi. Deyirdi, harada göstərəcəm, heç kim göstərmir. Tək YouTube-dan olmur, tək o müğənninin səhifəsi ilə olmur. Adamlar var ki, onu izləmir səhifəni, amma efir izləyirlər axı. Rauf müəllim, nə olur olsun, efir həmişə lazımdır. Efirsiz olmaz, efir bir təbliğatdır. Ona görə də sizin o qədər gözəl bir paporiniz var, mən heç onu görməmişdim. Mən efirdən gördüm. Efirdə də elə ki, ifa eləmişsiniz onu, hamı rəqs eləyir. İşdəkilər. Hamımız mahnı gedən kimi. Bu yeni yığdırmışsınız, nəsə hazırlanıbdır. Pafuridir, bəli. Biraz yaradıcılığınızdan danışın da, xahiş edirəm. Yaradıcılıq budur ki, yaxşı mahnılarım var. Bu klip axarıncı mahnılarımdandır. Bir neçə nəğmələrim var. Oxumuşam, gözəl analar haqqında gözəl bir nəğmə ifa eləmişəm bu yaxında. Yəni, hələ efirdə səslənməyib. Amma ki, çox duyğusal mahnıdır da. İnsan göz yaşsız mahnını dinləyə bilmir. Yəni, o çox doğrudan, mən özüm o ağlaya-ağlaya oxumuşam. Yəni, elə Ruslan Səfəroğlu'nun musiqisidir. Elə Sahilə Pənahın sözlərinə yazılıb. Ruslan qardaşımıza, Sahilə xanımı da bu efir vasitəsilə salamlayıram. Məhərrəm qardaşımıza salamlayıram. İsmail qardaş, hamısını. Yaradıcı insanlar belədir ki, doğrudan da bilirsiniz, ümumiyyətlə
Rauf müəllim gözəl bilir ki, o mahnı doğulanda insan nə qədər xoşbəxt olur. Həm bəstəkar, doğulanda. Oğrayanda yox da. Orayanda yox. Yox, yox, doğulanlar. Bəli, yox. Buradakı azad doğulanda. Bəli, yox, söz deyirsiniz, deyirsiniz ki, məsələn, 5 ilə 2 mahnı yazdım. Yəni o ruha bağlı bir şeydir. Ola bilər ki, Rauf müəllim məsələn bir gündə, 2 gündə 3 dənə mahnı yaza bilər. Bəli. Ola da bilər ki, illə mahnı yaza bilər. Yəni bu ruha bağlı bir şeydir. Gedirsən hardasa, bir də görsən bir musiqinin təsiri səni aparır. Yəni o səni buraxmır da. Şair də o cürdür. Şair də görsən, məsələn rəhmətli Ələmdar Mahir, Allah rəhmət eləsin. Allah Ruhu rəhmət şad olsun. Deyirdi ki, biz məclis üns verilişində çox oluruq bir yerdə. O çox ağsaqqal bir kişi idi də. Allah onun məkanını cənnət eləsin. Deyirdi o təb gələndə, deyirdi Zakir, gecə yatırsan, istərsəməz elə bir sənə vururlar ki, dur bunu yaz, dur bunu yaz. Durursan deyir, o şeiri yazırsan, o tutalım 3 dəqiqənin içində, 5 dəqiqənin içində elə axıb gəlir ki, yazırsan, həm rahatlanırsan, amma sonra baxanda deyirsən bunu necə yazdım? Yəni bilirsiniz, ilahi tərəfindən şairlərə deyilir o. Bəstəkarlara ilahi tərəfindən o melodiya gəlir. O onda məşhurlaşır. Yoxsa məsələn mahnıları durub, mən də bugün mahnı belə də düzəldirəm, deyim, nə deyim? Hə. Yəni o Bəstələyirsən. bir var məsələn mahnılara qulaq asıb, biz artıq musiqi aləmindəyik də, professional insanlarıq. Yəni mahnılara qulaq asıb, onun ladın dəyişib, tutalım şur üstündədir. Biz o başira üstündə eləyib, təzə bir dənə mahnı, sözün dəyişsən olur təzə mahnı. Amma axı o ruh olmur. Yəni o doğulanda insana təsir edir. Mənim fikrimcə. 10 ildən çox bəlkə. Mənim 10 fikrimcə. ildən çox təhsil almısan, hə? Yox, təhsillə deyil, məsələn, təhsil gözəl şeydir. Təhsil gözəl. Təhsil gözəl şeydir. Şəxsən mənim misal üçün, ali təhsilim olsaydı musiqi təhsili, mən böyük əsərləri yazardım. Heç mən özümü öldürməzdim mahnı yazmaq üçün. Bildin, yəni insan... Amma siz mahnını da gözəl Hə, indi bir yəqin mənə Allah bunu deyib ki, sən daha çox qudaransan, gedib onu eləmə yenə. Səni bu bəsdir, bu da bəsindir. Bunu verib də mənə Allahdan. Öz mən də o ki deyirlər ki, mən heç vaxt musiqiyə söz axtarmıram. Sözlər geri ilham alasan. Bax məsəl bir gözəli görürsən, ya təbiəti görürsən, ondan ilham alırsan da, sən rəssam çəkir. Və yaxud da ki, gəlin mən bu sözdən ilham alım ki, mən ona mahnı yazım da. Hərdə mənə deyirlər ki, sizə hansı şeir verim? Deyim, bax, heç vaxt şairi geri məngəniyə salmıyor. Sərbəst adamdır. Sən nə istəyən yaz. Əgər mənim gücüm çatacaqsa, mənim istedadım ona imkan verəcəksə, mən ona gözəl mahnı yazacağam. Yazmalıyam əslində. Yoxsa mən şairə deyim ki, Lamiyə şairsən də. 4 əvvəli 7'lik olsa, əvvəli 4 hecadan. Elə olmur. Şair ürəyini açıb deməlidir və bəstəkar da ona uyğun mahnı yazma. Və bir də mən də deyirəm, yaxşı şeir ola bilər, yaxşı musiqi ola bilər, amma ən axırda onu təqdim edən müğənnidir, ifaçıdır. Onu pisdə təqdim eləyə bilər, yaxşı təqdim edir. Mənim elə mahnılarım var ki, oxuyublar, amma o qədər müvəffəqiyyətli olmayıb, yox, yaya da bilməyiblər. Amma belə deyim, məsələn, Zeynəb xanımın ifasını mənim bütün mahnılarım nə oxuyub, sonra məsələn, Baloğlanın ifasında, Mələk xanım da. Elədir də, elədir. Məsələn, rejissor nə qədər Elədir. Əsər qoysa, bəli. əsər qoysa, Bəli. rejissor nə qədər gözəl əsər qoysa, o əsərin özü gözəl, librettası gözəl olsa, onu aktyor elə günə qoyar ki, heç bilinməz ki, nə oynadı, əsər nədir, ümumiyyətlə sözləri nədir. Yəni ki, bu bağlı sənətdir. Bir-birinə bağlı, bir-birindən asılı sənətdir. Bizim sənətimiz ümumiyyətlə asılı Bilirsən, bu sənətdir. incə sənət belə bir şeydir ki, ya ora gelib girmə, Ay sağ ol. Ya da ki, gelirsən ya da yaxşılarından ol. girmisənsə, ora daxil olmusansa, Yaxşısından ol. Sən geri onun yaxşısını eləyəsən. Bəli. Və səni öləndən gedəndən sonra desinlər ki, Allah rəhmət eləsin. Bu bunu qoyub Hələ belə özündən sonra. olmur da, hələ belə, ay sağ Üstündən ol. getdi. Ben onu Yox, qıza deyirəm ki, ay düzdür. qızım, əgər sən buna ciddi yanaşacaqsansa, Ay sağ ol, istəyirsənsə, onda geri çox çalışmalısan. Bəli. Sən onu hər belə görürsən ki, hamısı oxuyur, gedir toya pul qazanır, onda o ayrı məsələdir. Hə, o ayrı məsələdir. O demirəm, hər kəsə Yox, özü pul bilər də. qazanma, toy müğənnisi Yəni, bir də olmaq var ki, istəmir. mən həqiqətən o bəyanlı biz qardaşımız zəng elədiyə bir nev yaşdan böyük. Görürsən, bunun içində var o. Amma müğənni deyil də.
Amma vaxtında oxusaydı, Adi sıravi o deyir, insandır da. Məndən də yaxşı Bəli. oxuyur. Qarabağda, O gözəl xırdalıqları da var idi, gözəl bəli, musiqi duyumu da var idi. Hamısı muğam oxuyur, hamısının səsi var. Amma hamısı gəlib olmur ki, içindən seçmələri olur da. Gəlib müğənni, xanəndə olurlar və musiqimizi Ümumiyyətlə, nə yaşadırlar. sənəti seçirsənsə, Bəli, bəli. sən yaxşısından ol, çalış o günə. Əgər hələ belə müvəqqəti bir şeydirsə, Zaten bak onda... aparıcıyam ben. Ay, Yaparcı sağ ol, yok. hə, aparıcı. Danışır da. Sen gelirler, hoşuna gelir. Yine bugün dəb düşüb aparıcılar, qışqırırlar. Ay ben de qışqırırsınız. Hə, ay, Ne sağ ol. olmuyor ki dögülərsiniz. Yo, ya da ki elə danışırlar ki, elə bir ağızlarında isti kartof var. Ay, bana bir- ay, Oy Bilinmir nə bazarında danış. bizim Vay, vay, əlimizdən vay, vay, alıblar. vay. Ya bize necə öyle qışqırmanı. Allah ya qışqırır be ya. Yo. Ağıl baş danışır da. Gül Hepimiz kimi oturmuş danışır. söhbət edirik. Bəli. Acı tamaşaçılar ne olmuyor xəbərdir. Medal verirlər. Kiminlə Mən onun yerində dava? gərilirlər. Kiminlə dava edirsən? Oxuyanlarda da Tamaşaçı misafə ilə. elədir də qışqırır. Ay ben öz qışqırırsınız. Pakizə xanım, Ay, telefonda. gününüz aydın olsun. Norsuz xeyir. Gün... Salam Məlik. Pakizə xanım, Alo. Pakizə mahnısını oxuyun cavab versin. Pakizə. yox, elə deyil. Ay, sağ ol. Maşallah. Maşallah, Geçen Rauf, Rauf. Ensiklopediyadır ya. Hə. Arxiv, arxiv. Zeynəb xanım da oxumuşdu mahnını. Sabir Əliyevin mahnısıdır. Hə. Allah rəhmət. Mikrofona danışın, hamı eşitmək istəyirsiniz. Əvvəli onun Pakizə oldu o Aha. mahnında. Amma Pakizə Zeynəb indi xanım Pakizə deyil. yox indi Zeynəb xanım oxudu şey oxudu da. Ötmə bayquş çəməndə, çəmənlikdə, çəmənlikdə. O şənlikdə, bu şənlikdə, Ha. şirin, şirin dil mənimdir. Adımın ilkin variantı Pakizədir. Ha. O əvvəldən Pakizə deyildi. Əvvəldən Pakizə idi. Hə, indi Pakizə deyil. İndi Pakizə oxuyan da var. Amma belə də oxuyan da var. telefon xəttində Pakizə xanımdır, o 100%-dir. Pakizə xanım, Alo. Bəli, bəli, eşidirəm xanım. necəsiniz? Çox sağ ol. Cansan, nədir bu? Nayda xanımdır, Nayda xanım. Nahidə xanım. Bəli. Hə, buyurun, sizin üçün Nayda zəhmət. xanım, salam. Salam. Xoş gördük sizi. Axı mən efirə baxıram, Nayda xanım danışmır, Naydan eşitmirəm. 2 dəqiqə gecikməmiz var, eşidəcəksiniz biraz sonra. Buyurun. Siz telefondan qulaq asın, zəhmət olmasa. Bəli, eşidirik sizi. Eşidirik Pakizə xanım. Hə. Mən Nayda xanıma qoşulmaq istəyirəm, Nayda xanım. Pakizə Bəli, xanım. bəli, eşidirik. Telefonla danışın. Telefonla danışın. 2 dəqiqədən sonra efiri görəcəksiniz. Hə, yaxşı. Salam Nayda xanım. Salam, xoş gördük. Necəsiz Pakizə xanım? Eşidirəm Sağ olun. sizi. Bilmirəm, siz məni tanımırsınız. Mən Ulduz xanımın bacısıyam, Ulduz Ənin. Aha. Ona görə istədim efirə qoşulum, sizi təbrik edeyim, sizi gördüm, çox sağ Ay olun. can, Sumqayıt teatrına Ulduzə. Bəli, bəli, Sumqayıt Ay, bəli, bəli. teatrında. Nə xoş oldu, hə. Mən bacımla bir yerdə işləmişdik. Bəli, biz illərdir bir yerdə işləmişik mən Sizi çox Sumqayıtda. sevirəm mən, sizi çox sağ olun. istəyirik. Çox sağ olun. Bacımla birlikdə izləyirik. Aha. Ulduz xanım da sizə salamlar söyləyir. Biz Çox sizi sağ olun, sevirik, məndən Nayda də xanım. çoxlu salamlar. Çox Çox sağ sağ olun. olun, çox Allah sağ razı olun. olsun sizdən. Çox Çox sağ Sizə olun. sevə-sevə baxırıq. Çox sevindim, çox yaxşı oldum. Çox Çox minnətdaram. Çox sağ olun. Çox Çox sağ olun. təşəkkür edirik Pakizə xanım. Bizə sözünüz yox idi. Nayda Ulduzə, xanıma çox sağ olun, razıyam. Pakizə. Uğurlar arzulayıram, təşəkkür edirəm. Bizə uğurlar arzuluyursunuz. Əlbəttə arzulayıram, çox sağ olun. Sizə təşəkkür edirəm ürəkdən. Çox sağ olun, var olun. Zakir müəllim, Rauf müəllim, Allah verdi müəllim. Hamı Hamınıza buradadır. təşəkkür edirəm, hamınıza. Çox Çox təşəkkür sağ ol. edirəm. Sizin zənginiz idi. Bu sizin üçün zəng Ay eləmişdi can, Pakizə çox sağ xanım. olsun, çox Onun sağ içində olsun. olur belə. Çox Görürsünüz minnətdaram. tamaşaçılarımız Ümumiyyətlə xüsusilə. tamaşaçılara çox minnətdaram Görünür ki, çoxdan doğrudan da da sizi izləyirlər. görmürlər efirdə. Ola bilər. Mən çünki doğrudan efirlər mən illərdir efirdən bir ildən artıq da efirlərə çıxmıram. Yəni az çıxırdım. O da ki nəvəmlə bağlı idi. Nayda Yəni xanım, başım kilo qarışıq aldınız idi. sonra yoxsa elə arıqladınız və qaldı? Yo, arıqladım, biraz kilo aldım. Çünki çox halsız Yo, belə idim. yaxşı Mən- deyil. hə. Halsızsa, çox arıqlamağa Yo, çox dəyməz. arıqlama bilirsiz nə? Çünki o orqanizmim artıq örgəşib o çəkiyə və bu birdən arıqlamağım risk, yəni çox 50 kilodan artıq arıqlamağım mənə çox pis təsir elədi. Mən hətta doğrudan da heç Depressiyaya düşdünüz. depressiya, nə yaxşı depressiya düşmədim. Düşmədiniz. Çünki bu elə bir xəstəlik, elə bir əməliyyat idi ki, o depressiya aparan əməliyyatdır. Çünki bilirsiniz də beynə siqnal gedir, yeməlisən, eləməlisən, amma sən yeyə bilmirsən. Yəni o çox adamlara depressiya Amma salır. dözdünüz. Yox, mən dözdüm. Mənim reabilitasiyam çox gözəl keçdi. Mənim özümə gəlməyim çox yaxşı oldu. Əslində efirlər Yəni sizin başınızı qatdı. bəli, efirlər. Efirlər Nə yaxşı başınıza- efirlər var Bəli. idi. Ha bazen de size yemeğe gelmeyeyim mi nedir? Yox, necə Baxın, gəlməyəcək?
gəlin ətər yeyəcək. Əlim də örgəşir. Az pişirməyi mən az yeyirəm deyə az pişirməyi əlim örgəşir. Çox qazanla pişirməyi əlim örgəşir. Eləyə bilmirəm də onu qazanla pişirirəm, qoyuram. Sonra onu bir həftə ilə yeyirəm özüm tək. Bütün gün Sən işləyirəm. burada xingalı fırlatma ya. Ay, yox, xingalı yeyəcəm, sən narahat olma. İstəyirdi bəs ki də biri yemir. Day sizdə. Şey oldu, rahatlaş. Biri getdi. Xingələ gələk. Biri buğur açdı. Daxildir. Mən Xingəl necə olur ümumiyyətlə? Mən yadımdan çıxıyorum. Heç belə xəmirdən eləyirlər, belə Üstünə də doğrayırlar. ətdən zatdan tökülür. Soğança Ha, qırarlar. tutam. Yox, tab yox. Yox, ağacdan sallanır, xəşildir belə. Ay Lanecan. Göz doğrudan da bugünkü verilişimiz çok Qəşəng güzel oldu. keçdi. Çok Çünki səmimi. verilişdə bəli, qonaqlar hamısı bir-birini tamamlayır. Hamısı Bəli, bir-birini ən çox sağ sevir. ol. Ümumiyyətlə, səmimiyyət olmadı. Zakirlə Yox, ümumiyyətlə dur, ikiz Ay, qardaş sağ ol. deyirlər. Hərdən deyirəm ki, Hər şeyində səmimiyyət ki, olmalı. vallahi, Yüz hərdən mən cizgilərimiz deyirəm olsun. ki, vallahi mənim xoşum gəlmir ki, ümumiyyətlə mən dərdimi kiməsə danışım. Onun hər kəsər özünə Hər birimiz elə. Biz də oturmuşuq burada, Söylə. dərd danışmağa gəlməmişik ki, bir gəlmişik ki, deyək, gülək, Gülək, danışaq, danışaq, tamaşaçı camaatın da da xoş bir enerji Bəli, ötürək də. bəli. Oturaq sən deyinə, mən Pozitiv deyim, ötürək belə oturum ağlayım, efirdən. bu nədir, xoşum gəlmir. Hərdən baxırım bizim o dəbdiblarda, ən çox Türk kanallarında var o bir adamı ağlatmayınca, operatör götürüb ağlayacaq da dayı. Hər çəkdə. Bir adamı ağlatmayınca hər çəkmirlər. İndi bizlərdə də belə gəlir bu xoş. Sizi ananız, əki anamla tutar dayı. Bilirsən ki, ağlayacağım, nöşə ağladırsan məni. Bir xoş söz danışıq ilə də. Vallahi mən oturam belə, deyib gülən də, mənim xoşum gəldi bədmin adamlarda. Otur bax, ona görə adam geri cavan qalsın. Nə qədər pis danışsın. Sən demə, evdə su qoyursan ha, karantində, belə. Onun gerek o su olan yerde sen gelip bədbəd danışmayasan. Pis fikirlər, çünki onun suyun yaddaşı var. Negativ Gedir o var. var. Su içən için onu Bəli. olur dəli. Sirap Başlayır suyu, ağzına gələn sirap danışmalı. ayeti. Bəli. Ona görə də Sirap olan ikiz valla Əslində Elə bir eksperiment keçirdiblər. keçirdiblər. İki stəkan su, bəli. birinə yaxşı sözlər deyiblər, birinə pis Oy, sözlər. o söyürlər, Baxıblar o, danırlar, bəli, o bəli. pis sözlər dedikləri su çürüyübdür. Başqa Yəni o- liclənib, Bəli, liclənib, bulanıb, bulanıb. o bəli, kristallaşmasında başlayır. bulanmış qatma qarşı şeylər olur. Ancaq burada gözəl belə naxışlar əmələ Kristallaşma gəlir. gedir, xoş Mən Hocam, istəyirəm dallaşma ki, gedir indi suda. Zakir müəllimdən papuri oxusun. Olsun. 8 dəqiqəlik. Mənə Ay, deyirlər nə 8 olur dəqiqə. ya? Olsun. Qoy biz də bir 8 dəqiqə oynayaq. Bilirsiniz necədir? Mən oynamıram. Tamaşaçılar, baxırsınız bizə. Stresimizi də Bir fincan çayı kənara qoyun, bir durun ayağa. İndi gözəl rəqs eləyəcəksiniz. Buyurun. Səni görüb gözlərinə vuruldum. Axıb su tək dəryalarda duruldum. Dilim tutub söz demədim, yoruldum. Vay vay,
Bu gözəl nəğmə. Mən inanıram ki, bu 7-8 dəqiqəni hamı rəqs elədi. Çox Bəli, gözəl paporidir. sağ ol, çox sağ ol. Mən sizə təşəkkür edirəm. Var olasınız. Efir vaxtımız bitir. Hə, bəs gördünüz? Nənəli Vaxt babalı gəldi verişimiz necə sona getdi. yetişdi. Bəli. Oxuduk, Mən istəyirəm oynadık, Aha. danışdıq. Deməli, Var oldular. hər birinizə təşəkkür edirəm. Allah verdi müəllim. Çox sağ ol. Kızım, çok sağ ol. Növbəti verilişlərdə Allah arzulayıram xoşbəxt ki, eləsin. Sağ xoş ol. xəbərlərinizi eşidək və İnşallah. İnşallah. heç bir sənətkar işsiz qalmasın. Heç bir sənətdən söhbət gedir, incə sənətdən. Bəli, bəli. Ona görə incə sənət deyiblər ki, bizim sənətimiz çox incədir, İncə. qəlbimiz də incədir. Bizi yaşatmaq üçün bax efir Bir lazım, kövrü adamlar, səhnə yazıq lazım. adamlar. Bəli. vallahi. Bəli, bəli. Onun üçün də bəli, ona görə də mən arzu edirəm ki, mənə desələr neçə dəqiqəmiz qalıbdı efirin bitməsinə. Aha, tam vaxt tamamdır, bitirməliyik. Onun üçün də Çox sağ ol, hər birinizə minnətdarım təşəkkür bizə. edirəm. Buyurun. Çox sağ ol, Sabah Allah minnətdarım. koysa eyni vaxtda gecikmeyin hamımıza bura gelin. Aha, xingələ yoxsa efirə? Bura buradan Efirə. da Çox sağ ol, bir də rəhbərlikdən tutmuş. Hər kəsə burada operatorlar əziyyət çəkdilər. Təşəkkür Sənin ederim. özü və burada bütün işçidən tutmuş səs rejissoruna qədər başladıq həcc olmaq şərti ilə. Hər birini salamlayıram, təşəkkürümü bildirəm. Ömrünüz uzun olsun. Bizim üçün doğma kanalsınız, Bəli. bizim üçün əziz Amin. kanalsınız. Bəli. Hər bir Evimizdir, işçi bizim evimizdir bura. evimizdir. Deyirəm, doğma kanalımızdır da. Təşəkkür edirəm. Öpürəm, efirləriniz bol olsun, belə baxımlı verilişlər olsun. Çox Doğrudan da təşəkkür bax, belə edirəm. necə tamaşaçılar oturub baxır, gözləyir. Bax, həmişə elə olsun. Mən də sizə Çox sağ olun. təşəkkür edirəm. Yaxşı ki Tez-tez varsınız. gəlin. Zakir Sağ olun, müəllim, tez-tez. baş Bax, sizi dəvət edəndə tez-tez gəlin. Qızım, uğurların bol olsun, uğurlar inşallah. İnşallah çox məşhur bir müğənni olarsan. İnşallah, Sonra çox verilişimizə sağ ol, məşhur Allah kimi razı səndən xahiş edib dəvət Ay edirəm. amin. Belə, yaxşı. Belə deyirlər. Bugünlük bu qədər. Arzu edirəm xoş, gözəl, təravətli, sevimli gününüz keçsin. Uğurlu gününüz keçsin. Günün elə bir ortasından sizi salamlayırıq ki, sağollaşanda da hələ günün ortasıdır. Ona görə də arzu edirəm ki, axşama hələ var. Ümumiyyətlə, sabah eyni vaxtda, eyni məkanda bizi izləyəsiz, gözləyəsiz və bugünlük bu qədər. Sağ olun, gün orta efirdə ekləyib, sabah eyni vaxtda gələcəyik. Verilişin sponsorları Tam Store Marketlər şəbəkəsi, Dəniz Wedding özəl gününüzün seçimi, Sleep Baby uşaq bezləri. F Group Construction, gələcəyinizin doğru seçimi. Günorta efirdəyik.